Rəhman və Rəhim olan, bağışlayan Allahın adı ilə. Xoş gördük, əziz və vəfalı namsevərlər. Müqəddəs Ramazan ayının 12-ci günündə imsaka doğru mələklərin belə seyr etdiyi bir məqamda bizə dəyər verərək bizi izləyən vəfalı izləyicilərimiz. Allahın mərhəməti, rəhməti, şəfqəti, sağlam, bərəkətli, bol ruzili, uzun ömrü hər birinizin üzərinə olsun. Bəli, bizlər yenə də Allahın izni, Azərbaycan dövlətinin himayəsi ilə yenilməz, sevənlərin, sizlərin, inananların yenilməz inam komandası ilə xidmət üçün gəldik. Xidmət üçün gəldik, cəhalətdən, xurafatdan uzaq olaq. Xidmət üçün gəldik, Allahın hökmlərini, dinimizin gətirdiyi qaydaları, ən azı təməl prinsiplərini, çoxu isə Ramazan fəzilətlərini sizlərlə bölüşək. İndi isə dərhal qonaqlarımı təqdim etmək istəyirəm. Hamımızın sevimlisi, dini qurumlarla iş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunun kafedra müdürü, ilahiyyatçı, alim, dəyərli qardaşımız Anar Qafarov. Anar müəllim, xoş gördük. Xoş gördük. Sabahınız xeyirli uğurlu olsun. Sabahınız xeyirli uğurlu olsun. Hər şey qaydasındadır. Həmd olsun Allah'ımıza. Şükürlər hər şey olsun. qaydasındadır. Yenə gəldiniz. Bu da bir fədakarlıqdır. Şükürlər olsun. Mən hər zaman söyləyirəm. Bir-iki dünyəvi ölkədə yaşayasan, dini dəyərləri, mənəvi dəyərləri, tolerantlığı, xoşgörünü, vəhdəti, cəmiyyətə, topluma aşılayasan, Allahın izni ilə himayəsində olan Azərbaycan dövləti, dövlət başçısı, Qarabağ Fatihi, İlham Əliyev cənabları, həmd etməyənlər nankorlar olar. Şükür etməyənlər dönüklər olar. Bax, mən də şükür edənlərdənəm. Minnətdaram. Mənim digər qonağım, məncə o da heç qonaq deyil. O qədimdən İnamın komanda üzvünə çevrilə bildi. Bunu öz məharəti ilə, əxlaqı ilə, imanı ilə və 100 minlərin inamın işığında sevimlisinə çevrilməyi ilə. Müşfiq Abad məscidinin imamı və imam mavini, haqqı ilə deyək, sonra inciyərlər. Ən əsası isə Quran hafizi. Quran ayında nə bəxtəvərik? Quran hafizi. Quran hafizi olmaqla bərabər bir də bəxtəvərik ki, Azərbaycanın dini mühiti adına könüllü 44 günlük savaşımıza qoşulan qazi qardaşımız Sadiq Məmmədov, ilahiyyatçı. Sadiq, xoş gördük. Xoş gördük Seydim, necəsiz, yaxşısınız? Şükürlər olsun, gündüzlər məsciddə, gecələr inamın işığında, sübhün erkən çağında. Bu da bir mücadilədir. Bu mücadiləni mübarək qərar verən Rəbbimizə sonsuz şükürlər olsun. Böyük xoşbəxtçilikdir. Əlbəttə ki. Quran ayıdır, Ramazanın 12-ci günüdür. Mərhəmətin, rəhmətin, şəfqətin nuru ilə, Quranın eşqi ilə o şərbəti içən aşiqlərin günüdür. Sübhün erkən çağında imsaka doğru oyaq və ayıq şəkildə bizi izləyənlər Quranın feyzi ilə mənəvi ruhlarının təminatını istərlər. Eləsə dayanmayaq, müqəddəs vətən şəhidlərini, təkrarlayaq bunu, Azərbaycan şəhidlərinin sərvəri Seyid Mübariz İbrahimov, Fərid Əhmədov, general şəhidimiz Polad Həşimov, 1-ci Qarabağ müharibəsinin şəhidləri, antiterror tədbirləri zamanı qəhrəmanlıqla şəhid olan aslanlarımızın, 20 yanvar Xocalı şəhidlərinin, eləcə də xüsusi bir niyyət bəllidir, bilirsən, ölkəmizdə milli, mənəvi, dini dəyərlərimizin, mədəni irsimizin, Peyğəmbər və Əhl-i Beyt irsinin ən böyük təminatçısı olmuş ümumili liderimiz, ulu öndərimiz Heydər Əliyev cənablarının bu vətən üçün, bu dövlət üçün, bu əziz günlərdə xüsusi olaraq xatırlayaq ki, layiqincə mücadilə veriblər. Səhiyyədə olsun, mənəvi mühitdə olsun, inşaat sektorunda olsun, təhsildə olsun, hər addımda vətənin, dövlətin, milli mənafeyin yanında olublar. O düşüncənin daşıyıcısı olublar və haqqın dərgahına qovuşublar. Bu əziz gündə onları da anaq ki, bir vəfa borcu olsun. Bir də kimlər üçün? Bizi ekran qarşısında, sosial şəbəkələrdə izləyən, digər sosial şəbəkələrdə bizi izləyən, YouTube kanalımızda və sosial digər şəbəkələrdə bizi izləyənlərin də vəfat edənlər üçün Quran oxudaq ki, bu əziz günlərdə onlar da niyyət etsinlər. O bizə sanki dedilər və biz də bunu edirik.
aparıb tanımadıkları mollalara pul verməsinlər. Bəli. Düzdürmü? Bəli, bəli. Bir də ki, mən borclu qalmağı sevmirəm. Hər gün deyirəm, adamlar əziyyət çəkirlər. Sübhün erkən çağında inamın işığında bizi izləyirlər. Bu da xoş bir təbəssüm olsun. Ya Allah, Bismillah, Quran hafizi, Qarabağ qazisi. Nə gözəl bir vəhdətdir bu. Allah razı olsun. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. وبشر الذين آمنوا وعملوا الصالحات أن لهم جنات تجري من تحتها الأنهار كلما رزقوا منها من ثمرة رزقا قالوا هذا الذي رزقنا من قبل وأتوا به متشابها ولهم فيها أزواج مطهرة وهم فيها خالدون صدق الله العظيم اللهم صل على سيدنا محمد النبي الأمي وعلى آله وصحبه وسلم. Sən bilirsən mən niyə dayanıram? Yuxarıda bütün gücləri ilə komanda üzvlərimiz salavat-ı şərif gətirdilər. Bir anda mən qaldım, elə bildim canlı efirdə səslənir. Allah səsinə, nəfəsinə güc versin. Eləcə də yuxarıda İnamın görünməyən komandasının da oxuduqları qoy Allah dərgahında savablarına yazılsın. Amin. Allah Taala inşallah şəhidlərimizi xəbərdar etsin, ulu öndərimizi xəbərdar etsin, üzərimizdə haqqı olan bütün haqq sahiblərini xəbərdar etsin. Amin. Qoy Quranın və şəhidlərin şəfayəti sübhün erkən çağında, Quran ayında, müqəddəs Ramazanın 12-ci günündə, mələklərin seyr etdiyi bu məqamda qalib sərkərdəmizin, qalib ordumuzun, qalib xalqımızın, bir də bu an bizi izləyən, dualarımıza amin deyən və deyəcək bütün sevimli izləyicilərimizin üzərindən əksik olmasın. Seyyidim, demək Bəqərə surəsindən tilavət elədim. Allah Əzzə və Cəllə buyurur ki, iman gətirib yaxşı, salih əməllər eləyən kimsələrə Peyğəmbər sallallahu aleyhi və səlləmimizə xitabən deyir ki, onlara müjdə ver. Onlar üçün ağaçları altından çaylar axan cənnət bağçaları vardır və onlar orada gözəl nemətlərdən ruziləndiriləcəklər. Onlar deyəcəklər ki, biz bu ruzilər bizə tanış gəlir. Biz əvvəlcədən dünyada ikən bu ruzilərdən yemişik. Onlara deyiləcək ki, yox, siz dünyada ikən onun oxşarını yemişsiniz. Buradakı daha dadlıdır, daha ləzzətlidir. Şübhəsiz ki, Allah Əzzə və Cəllə doğru buyurmuşdur. Allah hər zaman doğru buyurmuşdur. Allahın mərhəməti, rəhməti,
xalqımızın, dövlətimizin, sizlərin, İnam komandasının və bu an bizi izləyən sosial şəbəkələrdə, ekran qarşısında bütün dəyər verən, dəyərli izləyicilərimizin üzərindən əksik olmasın. Əziz qardaşım, Anar müəllim, necəsiniz? Yaxşıyam. Şükürlər olsun. Cümləmiz üçün, bütün bizi izləyənlər üçün. Bugün hər dəfə bir mövzu seçimi edirik. Ramazanın nuru ilə, inamın işığında. Bugün sir saxlamaqla bağlı. Bəli. İslamın sir saxlamağa münasibəti nədən ibarətdir? Məncə sualın ən doğru qoyuluşu belədir. Bəli. Buyurun. Çox təşəkkür edirəm, əziz qardaşım Seyid Cəmal bəy. Sir saxlamaq da İslam ədəb və ərkanlarından biridir. Onun əxlaq prinsiplərindən birisidir. Sir saxlamaq, sir nədir əvvəlcə? Sir, gizli olub söylənilməsi, bir başqasına söylənilməsi doğru qəbul edilməyən, qəbahət olan bir şeydir. Yəni, sir belə bir şeydir. Sirlərin növləri var. Elə sir var ki, o fərdlə bağlıdır, insanın özü ilə bağlıdır, öz həyatı ilə bağlıdır. Elə sirlər var ki, cəmiyyətin həyatı ilə bağlıdır, yəni bir başqasının həyatı ilə bağlıdır. Elə sirlər var ki, o dövlət sirridir. Elədir. Bəli. Ona görə də ilk növbədə insanın ən təməl fəzilətlərdən birisi də elə məhz sir saxlamaqdır. Çünki sir açıldığı zaman, nə üçün bu qədər əhəmiyyət verir İslam sir saxlamağa? Peyğəmbərimiz sallallahu aleyhi və səlləm. Ona görə ki, bəzən olur ki, sir açıldığı zaman sirri olan şəxsin ki, sirri açılır, o şəxs çox böyük bir utanç hissi keçirir cəmiyyət arasında və ya bir başqasının yanında. Rüsvay deyirlər, rüsvay olmaq. Ki, İslam buna xoş baxmır. Çünki Peyğəmbərimiz buyurur ki, dostunun sirrini saxlayan ölmüş birini diriltmiş kimidir. Allah sir saxlayanları sevir və onları həm dünyada, həm də axirətdə əcir verir. Yəni, onların qarşılığını verir. Quran-ı Kərimdə də, məsələn, həyat yoldaşları, bir ailədə, məsələn, ailənin də bir sirri olur. Doğru. Həyat yoldaşlarının bir-birinin qarşısında bir sirri olur. Bu sir bir məhrəmiyyətdir. Bunu bir başqasının yanında ailə sirrini açıb söylədiyiniz zaman böyük bir günah işləmiş olursunuz və həqiqətən də Quran-ı Kərimdə də bunu böyük bir günah olaraq dəyərləndirir. Allah Teala. Bəqərə surəsində nə buyurur? Qadınlar deyir, siz qadınlarsın, qadınlar da sizin libasınızdır. Bir-birinizin libasısınız deyir. Libas olmaq, yəni hər bir insanın mütləq və ya mütləq bir sirri olur. Və hər bir insanın güvənib də danışacağı bir dostu, bir yaxını, bir sirdaşı olur. Həzrəti Əli əleyhissalam buyurur ki, Sirru əsirukə fə izə təkəlləmtə bihi sırtə asiruhu. Sirrin səninəsirindir. Əgər onu danışsan, sən onunəsirinə çevrilərsən. İndi insan bəzən güvənir, birinə bir sirrini açır. Amma müdriklər buyururlar ki, sirri ağıllı adama və kəramətli insana, yəni əxlaqlı insana danış ki, sabah bir şey olduğu zaman o sizin pis cəhətlərinizi gizlədib, yaxşı cəhətlərinizi söylər. Amma o şəxs ki, qəbahətlidir, fəzilətdə tam yetişməyib, kamil deyil, onlara sir verməyin, əsla və əsla. Təşəkkür edirəm, mükəmməl bir başlanğıc oldu, var olasınız. Qarabağ qazisi, Quran hafizi, gənc ilahətçi qardaşım, kimlərə cümləmizdən, kimlərə sir etibar etmək olmaz və niyə də olmaz? Mən Seyyidim, Həzrət Əli radiyallahu anh, Allah ondan razı olsun, onun sözü ilə əslində başlamaq istəyirəm. Həzrət Əli radiyallahu anh deyir ki, əmanətə xəyanət eləyənə sir vermək olmaz. Əgər bir şəxs əmanətə xəyanət eləyəndirsə, çünki əmanətə xəyanət etmək həmçinin münafiqliyin əlamətlərindəndir. Bu da böyük bir təhlükəli bir şeydir əslində. Çünki hətta Peyğəmbər sallallahu aleyhi və səlləmin zamanında da bir münafiqlər vardı. O münafiqləri Peyğəmbər sallallahu aleyhi və səlləm sir olaraq özündə saxlamışdı. Sadəcə bir sahabəyə kim olduğunu demişdi onlara. Amma halbuki orada nə qədər fəzilətli sahabələr vardı, onların heç birinə deməmişdi. Elədir. Ona görə də Həzrət Əli radiyallahu anh deyir ki, əmanətə xəyanət edilən birisi heç vaxt əsla sir saxlaya bilməz. Həmçinin başqa bir kəlamında buyurur Həzrət Əli radiyallahu anh, deyir, sirrini əgər nə qədər çox adama verərsənsə, o qədər o sir tez ifşa olunur.
Ona deyir, sən dostuna söyləyərsənsə, dostunun da bir dostu var. Belə bir misal var. Ona görə də sirri insan verdiyi, bayaq Anar müəllim də qeyd elədiyi kimi, yəni kamil bir insana vermək lazımdır ki, yəni sabah o sirri saxlaya bilsin, ağıllı bir insana vermək lazımdır ki, Səni ifşa etməsin. Bəli, səni ifşa etməsin. Yəni sən ondan əmin olmalısan ki, bu adam həqiqətən mənim sirlərimi saxlayacaq. Həmçinin ailə fərdlərində də olan sirlər ki, olsun, Anar müəllim də qeyd elədi ki, yəni bunun yayılması daha təhlükəli bir şeydir. Doğrudur. Yəni xanımla bəy arasında olan münasibətlərdə sirrin qalması, bu hətta yəni ataya, anaya, ən əzizinə belə söylənilməsini Allah Azze ve Celle qadağan edir. Peyğəmbər sallallahu aleyhi ve sellem qadağan edir. Salam olsun könüllərin sultanına. Bir də Buyurun, Anar müəllim. burada istəyirdim yəni söhbət açılmışkən qeyd edək. Deməli bu sirrə ancaq mənfi məna da yükləmək olmaz. O da var. Sir var ki, müsbət mənalı. Məsələn, Asılması- dövlət sirri dediyim və ya dövləti idarə edənlərin hətta elə sirləri ola bilir ki, onlar ətrafa söylənilməməsi gərəkir. Hətta yaxın yer. O ancaq gerçəkləşdiyi zaman bəlli olur. Çünki məsələn padişahların qədim dövrdə, orta əsrlərdə ən böyük, yəni başarılarının arxasında, müvəffəqiyyətlərinin arxasında ən böyük səbəblərdən birisi sirri tutmuş olmalarıdır. Elədir. Bəli. Bu ona görə də sirrə sadəcə bir mənfi bir anlam yükləməmək Elədir. lazım. Onun müsbət tərəfləri də var. tərəfi də var. Fatih Sultan Məhəmməd deyir ki, əgər mənim sirrimi saqqalımdan bir tük belə bilsə, onu qoparıb ataram. Bəli. Belə bir Bundan mesaj üstün, verir. bundan üstün mesaj yoxdur. Ümumilikdə sir saxlamaq imana bağlı olan bir məsələdir. Bəli. Sir saxlamaq mədəniyyətdir. Sir saxlamaq cəsarət, hünər, bütövlüyün aynasıdır. Sir saxlamaq dəyərlərə sahib olmaq, sadiqliyin göstəricisidir. Sir saxlamaq imana silah kimi sarılan bəndənin qulluq ədəbinə mənəvən bağlılığının təzahürüdür. Ona görə də Allah Teala Qurani Kərimdə sizlər söylədiyinizə və Qurani Kərimin işığında yola çıxaraq tam məsuliyyətlə deməliyik ki, elə sirri saxlayanlar iman və təqva sahibi olan könül sahibləridir. Minnətdaram. Sponsora keçid edək. Çünki 10 minlərlə suallarımız var. Buyurun, sponsora keçid edə bilərik. Ekoloji təmiz, keyfiyyətli məhsulları qidamıza əlavə etməyin çox böyük önəmi var. Gigiyenik tələblərə uyğun, beynəlxalq standartlara cavab verən, əvəzolunmaz dadı ilə sizlərə təqdim olunan cənnət kolbasa və sosisləri yüksək keyfiyyətli ət məhsullarından istehsal olunur. Müxtəlif çeşiddə hazırlanan kolbasa və sosislər ət məhsulları sektorunda qısa müddətdə yüksək qiymətləndirilərək həm dadı, həm də keyfiyyəti ilə istehlakçı tərəfindən nümunəvi məhsul adını qazanıb. Cənnət kolbasa və sosisləri sağlam gələcəyimiz naminə məsuliyyəti dərindən dərk edir və ailənizin bütün üzvlərinə əminliklə tövsiyə olunur. Dadına və keyfiyyətinə, eləcə də halallığına əmin olacağınız məhsul Cənnət kolbasa və sosisləridir. Təşəkkür edirik verilişimizin baş sponsoru olan Cənnət kolbasa və sosislərinə. İnan verilişinin sponsoru Hacı Seylon çayıdır. Unikal dada və ətra malik Hacı Seylon çayının keyfiyyətini onu dadanlar çox gözəl bilir. Çay sevənlər hazırda Hacı Seylon çayının özünə məxsus təravətli dadına böyük üstünlük verirlər. Qeyd edək ki, bu çayın üzərində keyfiyyət nişanəsini göstərən xüsusi qaloqram var. Bu qaloqram Şri Lanka hökumətinin məhsula verdiyi icazədir. Hacı çayı, imtina edilməyəcək təklif. Şah plov düyüləri. Himalay dağlarının ətəklərində xüsusi qulluqla yetişdirilən bol ətirli əsl basmati Hindistan düyüsüdür. Bol artımlı 11-21 ölçüsündə olan şah plov düyüləri ağız dadınıza uyğun ən yüksək keyfiyyətə malikdir. Ən xoş günlərimizdə süfrələrimizi bəzəyəcək düyü. Cənnət ətirli şah plov düyüləri olsun. Sponsorlarımızın hər birinə dualarımla təşəkkür edirəm. Allah razı olsun. Burada yeni bir tablo formalaşdı. Digər qonağımı məncə təqdim etməyə o qədər də ehtiyac yoxdur. Çünki onu hər kəs tanıyır. Azərbaycanın mənəvi mühitində kifayət qədər sözünü demiş. Mənəvi dəyərlərimizin, dini dəyərlərimizin doğru və düzgün bir şəkildə aşılanması yolunda layiqincə mücadilə verən aydınlarımızdan ilahiyyatçı Ağa müəllim Hacı bəyli. Əziz qardaşım, xoş gördük. Xoş gördük dəyərli seyircimiz. Hər şey qaydasındadır. Elhamdülillah. Sübhün erkən çağında durub gəlmək əngəl deyil ki. Xeyr, xidmətdir Allah razı olsun. Allah bu xidmətinizi savaba yazsın. cümləmizin. Mövzumuz sir saxlamaqla bağlıdır. Dəyərli qardaşlarımız, ilahiyyatçılar bu mövzu ilə bağlı danışdılar. Ona görə öncədən haqqınızı halal edin. Dərhal mən suallardan qəbul edim. Buyurun. Buyurun. Sabahınız xeyir olsun.
İnam komandasını salamlayıram. Buradakı qonaqlarınızı da salamlayıram. Sağ olun ki, bizi belə maarifləndirirsiniz. Hər şeyi öyrənirik. İndiyə kimi biz qonşu türk ölkədən hər zaman mən televizorda baxırdım onların belə proqramlarına. İndi isə biz öz proqramlarımıza nəzarət eləyirəm, baxıram. Mənim belə bir sualım var. Quranda bilirik ki, tilavət səcdələri vardır, səcdəli surələr vardır. Bu Quranı oxuduqda mən tilavət səcdəsi haqqında bilmək istəyərdim. Hər iki məktəbin görüşünü bilmək istəyərdim. Bunu etmək lazımdırmı, ya yox? Xahiş edirəm, sualıma cavab verəsiniz. Çox sağ olun, təşəkkür edirəm. Allah razı olsun. Mən sizə təşəkkür edirəm. İfadə seçimini gördünüz. İnamın ideoloji, mənəvi mühitdə apardığı layiqli mücadilənin, birlik və bərabərliyin, inam simvolunun bir göstəricisidir Azərbaycan reallığında. Hər iki məktəbin, bax bunun mühafizə olunması qiyamətə qədər Azərbaycan dövlətçiliyinə ən böyük xidmətdir. Ağa müəllim, buyurun, sualı eşitdiniz. Dəyərli seyircimiz, Bəlkə bir siz istirahət etsiniz, qardaş cavab versin. Buyur. Necə istəyirsiniz? Siz yeni gəldiniz, dərhal mən yüklənmək istəmədim. Buyurun. Quran-ı Kərimdə 14 yerdə tilavət səzdəsi deyilən yerlər var ki, bu fərz olan, vacib olan və sünnət olan tilavət səzdələri var bu 14 dənənin içində. Yaxşı olar ki, həm fərzdir, həm vacib, həm də sünnətin həyata keçməsi bu şəxs üçün, yəni fərz olan artıq mütləqdir, vacib olan da mütləqdir ki, o tilavət səzdəsini ora çatdığı zaman, ayəti bitirdiyi zaman, o tilavət səzdəsini, fərz olan tilavət səzdəsi var ki, bunlar mütləqdir. Vacib olanlar var ki, bunlar mütləqdir. Amma sünnət olanlar bu mütləq deyil. Sünnət olanlar mütləq deyil. Tilavət səzdəsini etdiyi zaman da bir dəfə səzdəyə gedəcək, oxuyacaq, ayəti bitirəcək tilavət səzdəsini və bir dəfə səzdə edəcək. Orada da Səcədə vəcihə lilləzi xaləqə deyə dua var. O duanı etməsi də olar. Bilməyənlər Subhanə Rabbiyəl Ə'lədir deməsi olar. Yəni səzdədə edilən zikirlər də edilə bilər. Bir dəfə də səzdə etməkdən bu kifayət olar ki, o artıq tilavət səzdəsini etmiş olar. Amma hər çatdığı halda, çünki o bilmir, orada fərzdir, tilavət səzdəsi etməsi, onu ünvanlamaq istəyirəm vacibdir, sünnətdir. Yəni ora çatdığı zaman bir dənə səzdə etməsi onun üçün faydalı olar ki, o da kifayət edir. Dəyərli izləyicimiz, Allah ondan razı olsun. Gözəl söylədi, digər məktəb, digər görüş. Digər məktəbdə fərq o qədər varmı? Belə fərqlilik yoxdur yəni. Xeyr, fərqlilik yoxdur. Çünki, ağa mən, varmı əlavəniz? Xeyr, Seydim, elə bir əlavəmiz yoxdur. Təşəkkür edirəm. Anar müəllim, sizə Xeyr, çox doğru buyurdu. Bu elə məqamlar var ki, elə məsələlər var ki, o ümumiyyətlə bütün məzhəblər o mövzuda ittifaq içərisindədirlər. Yəni bütün məktəblər bu məsələdə ittifaq içərisindədirlər. Onu da qardaşımız təşəkkür edir. Yox, mən onu bilirəm və bu sual da məni qane edir. Ancaq izləyicilərimiz bu sualın cavabını sizdən istəyirlər. Hətta xanım redaktor mənə söylədi ki, sən müdaxilə etməsəydin, o qonaqlar söyləsinlər. Allah razı olsun. Buyurun, növbəti sual. Salam, sabahınız xeyir. İnam verilişinin aparıcısı, kollektivi, orada iştirak edən bütün iştirakçıların Ramazan bayramını təbrik edirəm. Xeyirli olsun, sahurunuz xeyirli, uğurlu olsun, oruç namazınız qəbul olsun. Amin. Allah sizləri bizlərə çox görməsin. Çox sağ olun ki, bizim bilmədiklərimizi siz bizə başa sarsınız. Mən sizə Şəkidən zəng eləmişəm, 68 yaşım var. Oradakılar hamısı mənim balamdır, qardaşımdır. Hamısına minnətdarlıq eləyirəm. Çox sağ olun, nəfəs olsa bərəkət. Bilmədiklərimizi öyrənirik heç olmayaq. Sahurun vaxtını, iftarın vaxtını öyrənirik, hamımıza da dua eləyirik. Allah nəfəs olsa bərəkət qoysun. Çox sağ olun, Allah sizdən razı olsun. Biz sizdən razıyıq, Allah da sizdən razı olsun. Amin ey Rəbbim. Şəkidən anamız, bacımız sübhün erkən çağında İnam komandası üçün, yuxarı mərtəbədə mücadilə verən heyətimiz üçün etdiyi dualar ən üstün dualardır.
Təşəkkür edirəm. Xanım redaktorun mənə dediyinə görə millər deyil, 10 minlərlə izləyicilərimiz bizə təşəkkür edirlər. Bu şəkili bacımızın, mübarək bacımızın kimdirsə, onun timsalında bizə dəyər verən bütün dəyərli izləyicilərimizin hər birinin qarşısında baş əyirəm. Allah sizlərdən razı olsun. Dəyərlilər, ağa müəllim, hər zaman dəyər verməyi bacarır. Amma hər kəs də dəyər verə bilmir. O da olur bəzən belə. Bir sual qəbul edəkmi? Buyurun. Salam, hər vaxtınız xeyir olsun. Seydim, sizi salamlayıram, qonaqlarımızı həmçinin. Sizə biz baxmaqdan çox məmnun duyuruq, çox maariflənirik. Allah sizin ömrünüzə bərəkət versin inşallah. Seydim, sizə belə bir sualım var. Mənim əgər boynumda qüsulum varsa, mən orucumu tutub iftar vaxtına kimi qüsullan ala bilərəmmi? Zəhmət olmasa bu sualımı cavablandırardınız. Təşəkkür edirəm. Qəlbdən süzülüb gələn o səmimi dualarınıza görə minnətdaram. Allah sizdən razı olsun. Ağa müəllim, bu sualı cavablandırın. Dəyərli seyircimiz, təbii ki, bir müminin pak olması, təmiz olması ön şərtdir. Bəli. Bizim fiqh kitablarımızın əslində təməl əsası təmizliklə Bu bir başlayır. mənalıdır. Bəli. Həm maddi, həm mənəvi təmizlik olar. Əlbəttə ki, bir insanın boynundan qüsul gəlibsə, mütləqdir ki, o qüsul versin, niyyət eləsin, təmizlənsin. Əgər gözünü açırsa ki, artıq sahur vaxtı çatıbdır, görüşün birinə görə odur ki, anında yenə də qüsul almalı, orucuna davam eləməli. Digər görüşdə necədir münasibət? Əslində, digər görüşdə biraz daha güclü bir, şiddətli bir hökm var ki, mütləq yəni təmiz olmalıdır sahur vaxtına. Yəni, Olmazsa yəni orucunu tuta bilməz. Yoxsa? Yəni görüş olaraq bundan ibarətdir ki, mütləq gərək çalışsın, təmiz olsun, orucuna elə qalsın. Fikirləriniz var mı Sadiq? Mən əlavə eləmək istəyirəm, təşəkkür edirəm. Ehtiyatı vacib olaraq, əgər qeyri-ixtiyari olaraq cənabət halı yaranıbsa, o borcu çünki qeyri-ixtiyari olaraqdır və həmən qalxıb qüsul ala bilər. Bu da var. Bəli. Maraqlıdır. Burada müzakirənin müsbət tərəfi nədir? Məktəblərin baxışı və işin mahiyyəti isə ondan ibarətdir ki, ilahi rizzəyə gedən yolun yolçuluğunda bir ifadəm var, ağa müəllim, qədim dostum da bilir, bilet almaq. Əsası odur, bileti almısan yoxsa yox. O imanın dəlilidir. Təşəkkür edirəm. Buyurun, növbəti sual. Salam əleykum, axşamınız xeyir. Seyidi salamlayıram, qonaqlarını salamlayıram. Mənim sualım belədir ki, imsak vaxtından qabaq, yəni niyyət tutub yatmaq olar da, yoxsa vacibdir o imsak vaxtına elə bir durmağımız, niyyət tutmağımız, yoxsa məsələn saat 2-də, 3-də niyyət tutub yatmaq olar da belə. Təşəkkür edirəm. Xanım redaktor oradan bir xoş təbəssüm edir ki, qardaşımız indi səs atıb, amma bizə axşamınız xeyir deyir. Hiss olunur ki, qardaşımız həqiqətən də çətinliklə bəlkə də haqqına girərəm, oyadıblar. Təbii ki, bir xoş təbəssümdür sübhün erkən çağında. Könüllərin sultanı necə söylədi Sadiq? Sahurda bərəkət vardı. İmsakda bərəkət var, Seydim. Yəni, nə qədər çətin olsa da o bərəkətdən istifadə eləmək lazımdır. Doğrudur. Bərəkətdən istifadə elədiyin zaman da həmin günün sənin bərəkətli olması deməkdir. Yəni, bəzən insanlar o yatmağı daha çox tərcih eləyir. Yəni, ola bilər ki, xüsusi hallar ola bilər. Məsələn, insan yatar qalar, sahura qalxa bilməz. Təbii ki, bu anlaşılandır, orucuna davam edir. Burada bir sıxıntı yoxdur. Amma daha əfsəli olan və insan özünün bərəkətlənməyini istəyirsə, o sahurun bərəkətindən şərtdir ki, istifadə eləsin. Mən bunu dəfələrlə demişəm ağa müəllim, anar müəllim. Elə illərdir ağa müəllimlə də bərabər. 10 il bundan qabaq da demişik. Yəni canlı efirimizdə xalqımıza bu maarifləndirmə işində yenə də istəyirəm ki, bunun üzərinə gedək ki, qısa da olsa sahurda könüllərin sultanı, imsakda bərəkət vardı. O başdandan deyək, bərəkət vardı və həm də bir mənəvi ruhun həmin gün üçün o Ramazanın mühitinin formalaşmasında ailə, ağa müəllimin kitabında var, ailə bir səadət qalasıdır. O qalanın divarlarının bütövləşməsində, möhkəmlənməsində nə gözəldir. Sübhün erkən çağında ailə bir-birini oyadır, o ilahi ziyafəti təşkil edir, fədakar analar, evin kişisi, övladı dərhal kömək edir ki, qoy bu paylaşaq. Elə ilk paylaşım, yardımlaşma
ailə mühitində mənəvi ruhun yüksəlişinin təminatına çevrilir. Hökm olmasa da məncə bu bəyəniləndir, elə Ağa müəllim? Sübhün erkən çağında. Dəyərli Seyyidimiz, bu ibadətin əzəmətini Nəbilər Sultanı Aleyhisselatü Vesselam bir hədisində ifadə edir. Dəyərli qardaşımız söylədi məsələni ki, hətta deyir ki, bizdən öncəki ümmətlərlə bizim ümmətin arasındakı oruç fərqi sahura qalmaqdır. Yəni, məsələnin mahiyyəti insanın kainatla olan irtibatının, rabitəsinin, Allahla olan münasibətinin qurulması üçün yeni bir gün başlayır. Yeni bir gündə başlayan bir səhifədə insan Rəbbi ilə bərabərdir, yoxsa həyata mürgüliyəmi davam edir. Ona görə Allah Rəsulunun məktəbində Quran dostları təbii ki, oyanmanı tərcih edəcək, ayılmanı tərcih edəcək. Bu ibadətin feyzini almaq üçün, o günün ləzzətini almaq üçün, o imanın ləzzətini almaq üçün təbii ki, işə doğru yerdən başlayacaq. Təşəkkür edirəm. Gözəl bir mesaj oldu. Hə, Anar müəllim? Bəli, bəli, çox Mükəmməl gözəl. bir mesaj oldu. Buyurun, növbəti sual. Salam, hər vaxtınız xeyir olsun, sabahınız xeyir olsun. Allah oruclarımızı, dualarımızı qəbul etsin. Əgər bizim təcili vacib işimiz varsa, rayona səfərə çıxırıqsa, 200 gün orada qalmaq şərti ilə oruç tuta bilərik. Təşəkkür edirəm. Allah təala səfərə çıxan, bütün avtomobillə, təyyarə ilə, bütün soydaşlarımızı yerin, göyün bəlasından, qəza və xətalarından mühafizə edərək öz əmanətində saxlasın. Anar müəllim, buyurun. Təşəkkür edirəm, Seydim. Qardaşımıza da təşəkkür edirəm. Həssaslığından irəli gəlir belə bir sualı verməsi. Bu məsələdə təbii ki, fikir məktəblərinin hardasa görüşü yekdildir. Çünki əgər səyahətə çıxırsınızsa, bu səyahət 90 kilometri aşırsa, dolayısıyla oruç tutmaya bilərsiniz. Yəni, bu İslamın vermiş olduğu rahatlıqdır müsəlmana. Çünki asanlaşdırın, çətinləşdirməyin, sevdirin, nifrət etdirməyin deyir. Allahın da iznidir. Bəli, Allahın izni, icazəsidir. Lakin burada da yenə subyektiv faktor çox önəmlidir. Əgər insan özünü hazır hiss edirsə, o özü üçün bir problem görmürsə, sağlığı üçün, səhət üçün bir problem deyilsə, o onun seçimidir. Bu fikir məktəblərinin görüşünə baxmayaraq ki, nəticədə bunlar da insan ağlının təcəssümüdür, insan ağlının məhsuludur ki, ayətlərə və hədislərə əsaslanaraq bu qərarı verir. Formalaşıb, bəli, yəni fikir məsələləri. Eyni şəkildə deməli vətəndaş da əgər özünü rahat hiss edirsə və ya ailəsi də həmçinin kimsə gedirsə, onunla bərabər yolculuğa çıxırsa, səyahətə çıxırsa, özünü rahat hiss edirsə tuta bilər. Amma tutmasa bu ona günah qəbahət sayılmaz. Çünki fikir məktəblərinin və İslamın belə bir icazəsi var. Təşəkkür ederim. Ağa müəllim, bir görüşümüzdə 20-22 kilometr, Cəfərlikdə də açıq və digər görüşdə isə 90 kilometr. Bəzən orada dəyişir də o. 85 deyənlər də var, 80 deyənlər də var. Bir də 10 gün gedib qalma məsələsi var ki, məsələn 10 günü keçərsə artıq, orada artıq oranın ikinci vətən sayılır, orada artıq yurt sayılır. Ona görə orada da oruç tutmağı vacibdir üzərinə. Amma mən inamın işığından mən bir şey duyuram, bunu Ağa müəllimə xüsusi ünvanlamaq istəyirəm. Bunu illərdir ki, gələn səsli mesajlarda, sistemli qurduğumuz rabitə var. İnsanlar, mən özümü rahat hiss edirəm. Yəni, hər iki görüşün. Azərbaycanda ənənəvi, bunu kimsə dana bilməz. İki görüş var. Yəni, əsrlərdir, Rəbbim qiyamətə qədər də bu görüşlərin qardaşlıq şəraitində mühafizə olunub, qorunması üçün gözəl fürsətlər ihsan etsin. Amma bəzən hər iki görüşün təmsilçilərinin, elə hər üçünüzə bunu ünvanlayıram, minlərlə insanlar var. Biz inamın monitorikini apararkən biz bunu görürük. Mən özümü rahat hiss edirəm. Heç bir mənəvi, fiziki problem görmürəm, əngəl yoxdur. Mən tutmaq istəyirəm, söyləyirlər. Biz o insanlara nə cavab vermək, Ağa müəllim? Çünki inamın işığında sizlərə inanırlar. Bəli, dəyərli Seyyidimiz, təbii ki, bizim qonaqlarımızın, müəllimlərimizin hədəfləri yeni bir fətvanı icad eləmək deyil, mövcud olan qaynaqlarımızdakı görüşləri, verilən fetvaları insanlarımıza çatdırmaqdır. Doğru bir şey. Bəli. Məsələn, bir əldə 5 barmaq bir biləyə birləşdiyi kimi, İslamın o 5 məzhəbi də bir kökə, bir əqidəyə birləşir. Amma fiqhi görüşlərin fərqliyi əslində bir məktəb deyirik də, biz əslində 5 məktəbimiz var. 5 məktəbin 5-də də ola bilsin ki, eyni məsələni
üzərində alimlərimiz hamısı eyni məsələni söyləsin. Ola bilsin, elə bir məsələ ola bilər ki, fərqli görüşlər olsun. Münasibət olsun. Oradakı fərqli görüşlərin hər birisindən Allaha gedən bir yol var. Məsafələrlə bağlı 48 kilometr gedişli, gəlişli Cəfəri məzhəbində həddi tərəfi sayılır. Digər görüşlərimizdə isə bayaqları Anar müəllim söylədiyi kimi 85-90 kilometr məsafəsi var. Hətta günlər arasında 3 gün, 5 gün, 10 gün, 15 gün olaraq fərqlər var. Hətta bir əlavə edək ki, ola bilsin ki, bir insanın iki vətənlidir. Məsələn, onun atası, anası və yaxud da yaşadığı yer hansısa rayonda, özü Bakıda yaşayır. Buradan Bakıdan öz evlərinə Yenə də öz evi sayılır. Öz evinə gedir. Bu görüşün də şeyi var, fərqliyi var. Ona görə artıq bu müsafir sayılmır, öz evinə gedir. Hər halda Quran-ı Kərimin Əl-Bəqərə surəsində orucu ortaya qoyan ayənin sonunda Rəbbimiz bir cümlə işlədir. Biləsiniz, oruç tutmaq sizin üçün nə qədər faydalıdır. Buradan o tərəfə cavab yox. Nöqtəni Allah özü qoyur. Mən belə deyəndə bir neçə insanlar var, əndişələnirlər. Bir tərəfdə Allah deyir, bir tərəfdə isə insan deyir. Yəni bəzən biz sayğı və ehtiram bəsləyirik, amma bəzən insanlar Allahın dediyini bir kənara qoyur. Bəzən kimsə deyir, yox, sən yanlış etmirsən. Və ciddi cəhdlə həmin insanın orucunun batil olduğunu deyir və yaxud da ki, öz yanından şübhə yaradır. Mən elə düşünürəm ki, insanlar bu məsələdə Rəbbin hökmlərinə qarşı gəlməkdən çəkinməlidir. Çünki bu İslamın ruhuna ziddir. Suallarımız 10 minlərlədir. Tez-tez cavablandıraq mı? İcazəniz var mı? Ya Allah, buyurun. Gözəl insanlar, inanlı insanlar, Allah oruc və ibadətlərinizi qəbul eləsin. Mənim sizə bir sualım var. Mən çox narahatam. Mən sağlamlığım mənə yol vermədiyinə görə mən qüsul ala bilməmişəm, təyammüm etmişəm. Mən səhvimi düzəlməm. Onu mənə işıqlandırasınız. Allah sizdən razı olsun. Allah sizə şəfa versin. Allah bütün xəstələrimizə şəfa versin. Sübhün erkən çağında belə bir dua edək yenə. Allah bütün xalqımıza dərd verib, dərman axtartmasın. Allah bütün xalqımızı vaxtsız əcəldən, ani ölümdən mühafizə edərək öz əmanətində saxlasın. Qarabağ qazisi, Quran hafizi. Allah anamıza kamil şəfa versin və onun timsalında bütün xəstələrimizə kamil şifa versin. Amin. Təbii ki, təyyəmmün şərtləri var. Əgər anamız o sudan istifadə etməsi onun səhhətinə hər hansısa bir sıxıntı yaradırsa, bəli, problem yaradırsa, təbii ki, o təyyəmmümlə ibadətlərini davam edə bilər. Burada heç bir sıxıntı yoxdur. Allah Azze və Cəllə bayaq Anar müəllim də qeyd elədi ki, asanlaşdırmaq dinidir bu. Bu çətinləşdirmək dini deyil, sevdirmək dinidir, nifrət etdirmək dini deyil. Buna görə də əgər o anamız sudan istifadə etdiyi zaman onun üçün səhhətində bir sıxıntı yaranırsa, problem yaranırsa, təminlə də ibadətlərini rahat bir şəkildə həyata keçirə bilər, yerinə yetirə bilər ki, burada bir sıxıntı yoxdur. Can isə düzələnə qədər yəni. İnşallah. Can da Allahın əmanətidir. Əlavəniz varmı əziz qardaşlar? Anar müəllim var mı əlavəniz? Təşəkkür edirəm. Belə vəhdət olanda cavab mən də məmnun oluram. Buyurun növbəti sual. Əziz dəyərlərimiz, mən Yasin surəsi oxuyuram. Cəm ölənlərə Allah rəhmət eləsin. Qaynanama, qaynatama, öz anama, atama. Mən bunu cavablandırasınız ki, bu nə dərəcədə, dördünə də bir yerdə oxuyuram. Bu düzdür, yoxsa yox? İzin versəniz Quran hafisi cavab versin. Çünki Quran ədəbinə uyğun olaraq. Allah razı olsun. Buyurun. Zaten Seydim, biz Quran-ı Kerim oxuyub tapşırdığımız zaman bizim oxuduğumuz Quran-ı Kerimdən əldə etdiyimiz savabları o şəxslərə göndəririk. Hədiyyə edirik. Hədiyyə edirik. Zaten burada da davamlı olaraq inamın işığında olan verilişlərdə də etdiyimiz o nə qədər ki əlimizdə savab əldə ediriksə, o savabları biz onlara tapşırırıq, onlara bağışlayırıq. Anamızın da burada oxuduğu Yasin surəsi olsun və yaxud Fatihə surəsi olsun və yaxud İxlas surəsi olsun, qısa surə də olsa belə istədiyi şəxslərə istədiyi qədər göndərə bilər. Yəni artıq o əldə elədiyi 100 savabı qaynatasına, qaynanəsinə 100 savab əldə edirsə onu artıq bölüşəcək. Hətta bizim də vəfat etmişlərimizi bizə dəyərlərim dedi. Dəyərlər, ağam hər zaman dəyər verməyi bacarır. Adam, bir məsələ var. Çox sağ ol, Sadiq, təşəkkür edirəm. Xanım Bəxti, bir dəqiqə qoşarsınız. Mən illərdir inamın işığında bu xalqın bilirdim.
Amma bu mənəvi mühitdə, ideoloji apardığımız bu maarifləndirmə işində nə qədər dəyərli olduqlarını, nə qədər bu işin əhəmiyyətini, mahiyyətini, mən fəlsəfəsini dərk etdiklərindən məmnunam. İnanın, gecələr yatdıqda şəhadət, izləyicilərimiz üçün çox maraqlı olar. Şəhadət gətirəndə də deyirəm, Allahım, bizim bu haqlı mücadiləmizə dəstək verən, qalib sərkərdəmiz başda olmaqla, dövlət böyüklərimiz var, tam məsuliyyətlə deyirəm, necə bizə dəstək verirlər və izləyicilərimiz var. 100 minlərlə, mən onların çoxunu əlbəttə ki, tanımıram. Amma çoxu ilə dostlaşmışıq, elə canlı efirdə, bax belə. Deyirəm, Allahım, onları sənə əmanət edirəm. Onlara dərd vermə, onlara ağrı vermə, onlara acı vermə. Yəni, insanlar, mənim bir ifadəm var, yəqin ağam müəllim xatırlayır, bazarlaşma. O ticarət bazarlaşmasından getmir. Sanki bir razılaşma da var ortada. Özləri bilmədən, təkrar söyləyirəm, yol gedəndə belə, qürbətdə olanda belə deyirəm, Allah, bizə dəyər verən izləyicilərimiz var. Onlara ağrı yaşatma, onlara övlad etkisi vermə. Hər kəs üçün dua edirəm, amma məxsusi olaraq onlara ayrıca bir dua edirəm. Çox maraqlıdır. Bəli, bəli. Mən bu söhbət Yasin Şərifdən düşmüşkən bir məqama diqqət çəkim. Bəzən cəmiyyətdə belə fikir formalaşır ki, daha doğrusu formalaşmır deməyim, belə fikirlər səslənir ki, dünyasını dəyişən insanlara Yasin oxuma ehtiyacı yoxdur və s. Onlara gedib çatmır və s. Qardaşımız çox gözəl buyurdu ki, onun savabı ki var, yəni bir valideyn, məsələn, əlhəmdülillah, bir övladın Yasin oxuyacaq dərəcədə Quran-ı Kərim oxumasını təmin edibsə, o əxlaqda, məsuliyyətdə yetişdiribsə, bunun hələ özü İslam inancına görə sədəqə-i cariyə baxımından dünyasını dəyişmiş olanlara böyük bir fəzilət gətirir. Quran-ı Kərim, bəli, biz də bilirik ki, Quran-ı Kərim dirilər üçündür. Amma, Seydim, biri dünyasını dəyişdiyi zaman, onun yaxınları təziyə mərasiminə gəldiyi zaman, orada Allah kəlamının dinlənməsi gözəl deyilmi? Orada ən azından dünyanın bu qədər o işin gücünün arasında, insanın başının çox qarışdığı bir dövrdə, heç olmasa ildə, nə bilim, ayda bir dəfə də olsa Allah kəlamı dinləyir və oradan Quran-ı Kərim buyurmuşkən bir şəfasını götürür. Biz həm də onun savabını həmin şəxsin, vəfat etmiş doğmalarımızın, şəhidlərimizin axirətinin xeyirli olmasına, digər vəfat etmiş valideynlərimizin günahlarının keçməsinə, bağışlanmasına mübarək səbəb olaraq niyyət edir. Təşəkkür edirəm. Sponsora keçiddir. Buyurun. Ekoloji təmiz, keyfiyyətli məhsulları qidamıza əlavə etməyin çox böyük önəmi var. Gigiyenik tələblərə uyğun, beynəlxalq standartlara cavab verən, əvəzolunmaz dadı ilə sizlərə təqdim olunan cənnət kolbasa və sosisləri yüksək keyfiyyətli ət məhsullarından istehsal olunur. Müxtəlif çeşiddə hazırlanan kolbasa və sosislər ət məhsulları sektorunda qısa müddətdə yüksək qiymətləndirilərək həm dadı, həm də keyfiyyəti ilə istehlakçı tərəfindən nümunəvi məhsul adını qazanıb. Cənnət kolbasa və sosisləri sağlam gələcəyimiz naminə məsuliyyəti dərindən dərk edir və ailənizin bütün üzvlərinə əminliklə tövsiyə olunur. Dadına və keyfiyyətinə, eləcə də halallığına əmin olacağınız məhsul Cənnət kolbasa və sosisləridir. Təşəkkür edirik verilişimizin baş sponsoru olan Cənnət kolbasa və sosislərinə. İnan verilişinin sponsoru Hacı Seylon çayıdır. Unikal dada və ətra malik Hacı Seylon çayının keyfiyyətini onu dadanlar çox gözəl bilir. Çay sevənlər hazırda Hacı Seylon çayının özünə məxsus təravətli dadına böyük üstünlük verirlər. Qeyd edək ki, bu çayın üzərində keyfiyyət nişanəsini göstərən xüsusi qaloqram var. Bu qaloqram Şri Lanka hökumətinin məhsula verdiyi icazədir. Hacı çayı, imtina edilməyəcək təklif. Şah plov düyüləri. Himalay dağlarının ətəklərində xüsusi qulluqla yetişdirilən bol ətirli əsl basmati Hindistan düyüsüdür. Bol artımlı 11-21 ölçüsündə olan şah plov düyüləri ağız dadınıza uyğun ən yüksək keyfiyyətə malikdir. Ən xoş günlərimizdə süfrələrimizi bəzəyəcək düyü. Cənnət ətirli şah plov düyüləri olsun. Yollarımızın hər birinə dualarımla təşəkkür edirəm. Allah razı olsun. Əziz dostlarımız, dəyərli ilahətçilərimiz, suallarımız çoxdur, dərhal qəbul etmək istəyirəm. Buyurun. Gözəl insanlar, mən Tovuz rayonunda yaşamış adamam, amma bir neçə il demək olar ki, burada yaşayıram. Burada mən oruç tuturam bura vaxtı ilə. İndi mən elə olur ki, oraya getməli oluram. Oraya gedəndə buranın vaxtı ilə tuturam. İndi Tovuz rayonunda orucumu açmaq üçün mən oruç tutub gedirəm ora. Oranın vaxtı ilə tutmalıyam. Ora buradan bir neçə dəqiqə sonra.
azam verilir də. Vaxt oranın bir demək olar ki, bir 14-15 dəqiqə sonradır. İndi yoxsa Bakı vaxtı ilə mən orucumu açmalıyam və Tovuz vaxtı ilə açmalıyam. Sağ olun, təşəkkürlər edirik. Allah Teala yerin göyün bəlasından qorusun, qəzasız, xətasız, sağ və salamatlıq içərisində gedib gələsiniz. Ağa, mən buyurun. Buyurun abi. Növbəli cavab verəcəksiniz. Əslində cavabın, o deyir doğru cavabın, sualın yarısı ilə cavabın içindədir. Bayaq söylədiyimiz kimi həm iki vətənli olaraq. Əgər burada orucunu tutubsa, yenə də öz evinə iftar vaxtı, evinə gedib oranın vaxtına əməl eləyəcək. Orada iftarını inşallah açacaq. Həmin günü sahur, imsak vaxtında da oradakı vaxta görə, oradakı insanlar necə, hansı vaxtda qalxırlarsa, ona da imsak vaxtında əməl eləyəcək. Anar, mən var mı? Bəli, tam. Görüşlərdə belədir də. Bəli, müttəfiq. Təşəkkür edirəm. Heç də çox məmnunluqla demək istəmirəm ki, biz sadalayaq, filan görüşdə necədir, filan görüşdə necədir. Amma bu görüşlər də, ənənəvi görüşlər də İslama xidmət yolunda, birliyə xidmət yolunda vacib olan bir məhsiyyət çevrilir. Onu danmaq da məncə doğru deyil. Ona görə bu birliyin, vəhdətin mühafizə olunub qorunması üçün bütün görüşlərin, fikirlərin inamın işığında açıqlamasını istəyirəm illərdir və maşallah uğurlu tərəfləri də bircə bunu bacardıq dövlətimizin himayəsi ilə. Allah bu yolda bizləri və komandamızı utandırmasın. Təşəkkür edirəm. Buyurun. Sağ olun ya, çox sağ olun ki, belə bir veriş yaratmışsınız. Sizlərə böyük təşəkkür edirəm. İnsanların maarifləndirməyə, din haqqında olan suallarını cavablandırdığınız üçün. Belə bir sualım var, sizə xahiş edirəm, bu sualını cavablandırın. Mən həmişə imsaka durub, sahur vaxtından saat elə bil 6-ya qalmışa kimi öz yeməyimi yeyib təzədən yatıram. Yəni, bu düzgündürmü, yatmaq olarmı, günahdırmı, yoxsa ayıq qalıb səhərə kimi səhərin açılmağını gözləmək o lazımdır. Yəni, xahiş edirəm bu sualımı cavablandırardınız. Təşəkkür edirəm qardaşımıza, bizə verdiyi dəyərə görə. Ancaq təbəssüm olsun, bunu da söyləyim. İftara qədər yatmasanız daha yaxşıdır. Sadiq, buyurun. Seydim, imsakdan sonra Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, günəş çıxana qədər, hətta sübh namazını qılandan sonra da günəş çıxana qədər kim o vaxtını zikirlə keçirərsə, gecəyə qədər zikr etmiş kimi bir savab əldə edir. Çünki həmçinin orada günəş çıxana qədər insanın etdiyi əməllərdə, xeyir əməllərdə böyük bir bərəkət var. Necə ki, etdiyi zərərli əməllərdə onun üçün zərər olduğu kimi, etdiyi xeyir əməllərdə, zikirlərdə, ibadətlərdə də onun üçün böyük bir fayda əldə eləmiş olar. Bayaq ağam əlimdə qeyd elədi ki, o xeyirləri yuxuya çevirmək yaxşı olmaz əslində. Çünki o xeyir... Ancaq hökm də deyil. Xeyr, hökm deyil. Yəni, yata bilər, imsakın elədiyi, sübh namazını qıldı, yatsın. Orada bir sıxıntı, problem yoxdur. Sadəcə biz fayda babından deyirik ki, onun üçün daha faydalı olar ki, günəş çıxana qədər o vaxtını zikirlə, o gözəlliklərdən istifadə edirsən. Biraz mən üzüldüm, yaxşı anlamda. Biz İnam komandası olaraq canlı efirimiz, imsak verilişimiz bitdikdən sonra ən azı siz bilirsiniz də 3 saat İnam komandası olaraq yatmağa cəhd edirik və bu xidmətdən də bəxtəvərik. Yəqin ki, bizim üçün günah sayılmaz. Xeyr, günah sayılmır. Yəni, dediyiniz kimi, fiqh məktəblərində bunun günah sayılacağı bağlı heç bir qeyd yoxdur. Yata bilər, amma belə bir şey var. Yəni, böyük ehtimal Peyğəmbərimiz həm işin savab tərəfini, həm də digər tərəfində sağlıq baxımından da, insan səhhəti baxımından da dərhal yeyib yatdığı zaman tibbi baxımdan baxsaq, mədaltı vəzidəki proseslər istənilən kimi davam etmir. Ona görə də yedikdən sonra yaxşı olar ki, əgər yaxında bir bəlkə məscid varsa, ora gedib ibadətini edib sonra geri dönsün, uyusun. Əgər yoxdursa da evində ibadətini edib yata bilər. Yəni, hər hansı bir... Yox, İnam komandası, siz narahat olmayın. Saat üstə biz imsakı bağlamış oluruq verilişimizə görə. Ağam mənim, tam rahatıq o sarıdan. Peyğəmbərə canımız fəda olsun. Buyurun, növbəti sual.
Salam, sabahınız xeyir. Mənim bir sualım olacaqdı. Orucla niyyət etməyi unutsam, orucum batil olar. Ağa mən buyurun. Ramazan ayı gələr gəlməz inananların qəlbindəki o böyük həyəcan Elədir. əslində gözəl bir niyyətdir. Bəli. Qəlb Allahın evi. Gizlinləri də Kəlamullah bilən deyir İmam ərəbdir. Cəfər Sadiq əleyhissalamın bir hədisində. Yəni artıq biz Ramazan ayı girəndə biz niyyətimizi etdik ki, Allahım bu ay boyunca bu səfərdə sizlə bərabər, sənlə bərabər ya Rabbi məni bu ibadətə yönəlt və qul demək olar ki, hər gün bu niyyətini yeniləyə də bilər. Bir dəfə etdiyi niyyətlə də orucunu tutub iftarını eləyə bilər. Yetərli olan, əziz ustad, niyyətin xalis olmasıdır. Yetərli olan qulun ixlasla, o qulluq ədəbi ilə Rəbbə doğru yönəlməsidir. Gözəl cavabdır. Təşəkkür edirəm. Buyurun. Çox xahiş edirəm, mənə deyərdiniz, bu mənə sistem yazılıb, oruç tuturam, namaz qılıram, 24 ildir şəkər xəstəsiyəm. Onu vurdursam, o mənim oruc namazımı pozmur ki, orucumu pozmur ki. Təşəkkür edirəm sizə. Allah hər birinizə can sağlığı versin. Sizə şəfa ihsan etsin. Anar mən buyurun, sualı eşitdiniz. Az əvvəl də biz daha əvvəlcə də qeyd etdik, İslam dininin təməl prinsipi insanın sağlamlığıdır. Onun mənafeyini hesablanmış Can hökmlərdir. əmanətdir. Həqiqətən az əvvəl sirdən söhbət düşmüşkən sir də bir əmanətdir. Əslində bunun kimi insan həyatında ona əmanət olacaq çox şeylər var. Bunlardan birisi də candır, insanın canıdır. Sözsüz ki, şəkər xəstəsidirsə Allah ilk növbədə Allah şəfa versin inşallah xəstə bacımıza. Bədənə sözsüz ki, şəkər xəstələrindəki şəkər xəstəsi olur, amma bədəndə immun sistemi zəifləyir və ona görə də o immun sistemi güclənməsi üçün şəkər xəstəliyini də tədavi edəcək, müalicə edəcək müəyyən dərmanlar xüsusilə iynə yoluna enjektə edilir damara. Bu durumda yaxşı olar ki, xəstəmiz əgər çox ciddi bir şeydirsə, yəni xəstəlikdirsə, dolayısıyla tutmaması daha məqbuldur. Səhhətinə qovuşduqdan sonra tutması daha tövsiyə olunur. Yəni. Amma yox, elə bir ciddi bir sorun yoxdursa və bədəni gücləndirəcək bir iynə damar vasitəsilə bədənə daxil məsələn, deyilsə, vitamin deyilsə, vitamindirsə və s. bu tip şeylər deyilsə, o zaman orucuna davam edə bilər. Təşəkkür edirəm, Ağa müəllim. Buyurun. Dərs etməsində Anar müəllim gözəl ifadə elədi. O tip 1-2 olaraq şəkər xəstələri 2 istiqamətə bölünürlər. Təbii ki, tip 1 xəstələri üçün artıq oruç tutma ehtimalı sıfırdır. Çünki xroniki bir xəstəlik sayılır bu. Mütəmadi olaraq onlar yemək yeməlidirlər. Ona görə oruç tuta bilmirlər. Anar müəllim ifadə elədiyi kimi tip 2 şəkər xəstələri isə əgər vəziyyətləri ağırdısa, həmin gününü inşallah ki, qəza edərlər. Çünki bir gün. Bəli, oruç tutduğumuz zaman əgər həkim sistem yazıbdırsa ki, mütləq günün müəyyən hissəsində sistem qəbul eləməlidir. İfadə elədiyi kimi səhhət Allahın bir əmanətidir, onu qoruyacaq. Mütləq. Sağlamlığımıza qovuşduqdan sonra günə-gün həmin günün orucunu tutacaq. Təşəkkür edirəm. Və bir də mən belə bir dua etmək istəyirəm sübhün erkən çağında, Quran ayında. Allah Taala o şəxslər ki var, xəstədirlər. Bütün xəstələrimizə Allah şəfa versin. Amma xüsusi olaraq o şəxslər ki xəstədirlər, onlar Ramazanın mənəvi mühitindən almaq istədikləri feyzdən kənarda qalıblar. O ruhu, mənəvi dirçəlişin, Ramazanın iqlimi tam fərqlidir, dəfələrlə danışmışıq. Bu mühit insanın ruhuna başqa bir güc qatır, başqa bir müsbət enerji verir. Allah onlara sağlam can versin, hər bir kəsə. Amma xüsusi olaraq deyirəm ki, onlar sağalsınlar. Növbəti Ramazanda inamın işığına qatılaraq səsli mesajlar göndərsinlər və desinlər ki, dualarınız keçdi. Biz artıq sağlam canla, imanla, fiziki, mənəvi, maddi gücümüzün çoxalması ilə oruç mədəniyyəti ilə silahlandıq və orucumuzu həyata keçiririk. Qoy dualarımız Allah dərgahında qəbul olsun. Buyurun, növbəti sual. Səhv eləmirəmsə, Taha surəsində Allah deyir, Taha surəsi 14-də səhv eləmirəmsə, Allah deyir ki, məni xatırlamaq üçün namaz qılın. Bunu necə başa düşmək olar? Allah deyir ki, o ayədə məni xatırlamaq üçün namaz qılın. Yəni, bir insan
Allahı hər gün, hər an xatırlayırsa, o namaz qılmasa, olar yoxsa yox. Çünki ayədə təmiz, elə bil Allah deyir ki, məni xatırlamaq üçün namaz qılın. Bir insan Allah onun içindədirsə, onun ürəyindədirsə, namaz qılmasa, olar yoxsa yox, xahiş edirəm bunu suala cavab verəsiniz. Taha surəsi 14'ü söylüyor. Ağa ben buyurun. Değerli seyircimiz, sağ olsun kardeşimizin verdiği sualdan dolayı. Kur'an-ı Kerim'de ümumiyyətlə namazla bağlı hələ tək zəkat ayəsindən bərabər 32 yerdə əmir var. Fərqli formada, fərqli üsullarda ərşdən gələn bu fərman ərzin əhli üçün, inananlar üçün baş tacıdır. Fərqli yerlərdə, fərqli formada Allah Teala məsələni ələ alır. Önemli olan qulun o meyrac hədiyyəsinə sahib çıxmasıdır. Bizim namazımız Allahın Resulü Aleyhisselatü Vesselam'a meyracda mələk vasitəsilə deyil, birbaşa verilmiş bir hədiyyədir. Sevgili Peyğəmbərimiz namaza gözümün nuru deyir. Elədir. İmanın təsdiqidir və dinimizin önemli bir sütunlarından bir sütundur. Və bir müsəlmanın da Peyğəmbərimizin dövründə deyək, elə bir müsəlman yoxdur ki, namaz qılmasın. Bu böyük bir, belə deyək, ibadətdir. Amma qaldı ki, ayədən dolayı məni, namazı qılın, məni xatırlamaq üçün ayəsinə gəlincə və təbii ki, namaz böyük bir zikri ifadə eləyir. Oruc özü də bir zikirdir, xatırlamadır. Başqa yerlərdə Rəbbimiz deyir ki, məni xatırlayın, mən də sizi xatırlayım. Ayələr bu şəkildə. Önəmli olan deyir ki, qəlbində mən sizə şah damarınızdan daha yaxınam. Yaxın olanı unutmayın. Məsələn, deyir ki, başqa bir yerdə Rəbbimiz deyir ki, bağışlayın, bağışlamaq deyir, təqvaya daha yaxındır. Yəni, insan bir-birini bağışlayırsa, bilməlidir, bağışlamırsa, bilməlidir ki, özü də Allahdan bir bağışlanmaq istəyir. O da var. Yəni, məni Allahım xatırla deyir. Xatırla ki, xatırlanasan. Dünya həyatı məşəqqətlərlə doludur. Açıq mesaj var ortada. Dünya həyatı məşəqqətlərlə doludur. İnsan bəzən şöhrətə, şana, vara, dövlətə, sərvətə alıd olur. Harun kimi danışır, Qarun kimi yaşayır. Rəbbimiz deyir ki, məni xatırla. Səni yaradanı xatırla. Səni həyata gətirən, axirətdə, aqibətdə, hesab kitabda yenə sən Rəbbinin huzuruna gələcəksən. Unutma deyir. Şeytanın yolunu getmə deyir. Bir maraqlı nüansa toxundunuz. Allah, kəlama toxundunuz, istəyirəm. Allah Quran-ı Kərimdə deyir, məni xatırlayın, mən də sizi xatırlayım. Bu artıq vəddir. Deyir, dost olun, mən də siz də dost olun. Quran hafizi maraqlıdır. Biz bəzən dostların seçimində yanlışlıqlara yol veririk. Ən yaxınımızda olan Ağa müəllim ifadə etdi, Allah Quranda buyurur, mən sizə şah damarınızdan da yaxınam. Biz o dostluğu qəbul etməyib, başqa varlı, imkanlı, vəzifəlidir. Açıq söyləyir, Azərbaycan reallığı üçün danışıram. Dostlar tuturuq. Hətta qoxumları belə hamıya şamil etmirəm. Seçəndə belə çalışırıq ki, arxa, dayaq olsun. Sonra günün birində xəyanətlə rastlaşdıqda, hətta iddia edir ki, mən ona nələr etmişdim, amma o məni yarı yolda qoydu, mənə xəyanət etdi. Burada başlıca səbəb məncə insanların iman problemidir. Əgər Quranı açsaydı, oxusaydı, Yaradanın onların mənafeyi üçün hesablanmış bütün hökmləri, Anar müəllim, görsəydi, o birinci dostluğu onun öz sahibi ilə edərdi. Doğrudur mu? Ona görə belə bir deyim var, Seydim deyir, dost istəyirsənsə Allah yetər, düşmən istəyirsənsə şeytan yetər deyə belə bir deyim var. Həqiqətən insan, Quran-ı Kərimdə də ayətlərdə belə bir ifadə var, insan həqiqətən nankordur. Rəbbinə qarşı çox nankordur. Yəni, biz hər birimiz bilirik ki, bizə bütün nemətləri verən Rəbbimizdir, Allah Əzzə və Cəllədir. Bunu heç kimsə danmır. Yəni, bizi ruziləndirən, bizə bədənimizdə olan bütün üzvləri, nemətləri verən və bizi idarə edən Rəbbimizdir. Amma insan bəzən Rəbbinə qarşı çox nankor olur, nankorluq göstərir. Bu da əslində şeytanın və nəfsimizin burada böyük bir mücadiləsi var. Yəni, insanın yoldan çıxartmaqdan ötürü. Bəzən də belə bir deyim var, deyir, mən ibadət etmirəm, mənim qəlbim təmizdir, yəni. O qəlbin təmizliyini soruşanda hardan alırsan, misal üçün bir dilənçi gördüm, ona 20 qəpik verdim, 1 manat verdim falan. Peyğəmbər sallallahu aleyhi və səlləmdən
soruşurlar, deyirlər ki, sən Allahın peyğəmbərisən və günahları bağışlanmış birisən, aləmlərə rəhmət olaraq göndərilmiş birisən. O mə ərsəlnəkə illə rəhmətən lil aləmin. Aləmlərə rəhmət olaraq göndərilmiş birisən, amma buna baxmayaraq bu qədər əziyyətlər niyə çəkirsən? Bu qədər niyə ibadətlər eləyirsən? Gecələr ibadət etməkdən topuqları şişərdir, hətta deyir. Peyğəmbər sallallahu aleyhi ve sellem qayda deyir ki, mən Allaha layiqli qul olmayım mı? Yəni, bizim hər birimizin vəzifəmiz Allaha layiqli bir şəkildə qul olmaqdır. Ana, mən bu sözünüz varmı? Bəli, bu məsələ çox həqiqətən də diqqət çəkici məqamdır. Biz sual verən qardaşımıza təşəkkür edirik. Bilirsiniz, ümumiyyətlə, Allahı xatırlamaq nədir? Bax, bu çox önəmli bir məsələdir. Allahı xatırlamaq mənim bir dostumu xatırlamam kimi bir xatırlama deyil. Allahı xatırlamaq hədislərdə o ihsanla bağlı bilir. Əl-ihsəni hiyə ən ta'budallaha kəənnəhə tarahu. Allahı görürmüş kimi ibadət etmək. Yəni, ibadəti sadəcə bəlli rituallara həbs etmək deyil, insanın Allahla münasibətləri, insanlarla münasibətləri və təbiətlə münasibəti, canlı aləmlə münasibətində tətbiq etməsidir. Hər yerdə Allahın o təsbihatla bağlı keçən səfər verilişinizdə çox gözəl bir sual oldu. Təsbihat nədir? Yəni, biz təsbihatda Allah Taala'nın 99 ismini zikr edərkən onun müqəddəsliyini qəbul etmiş oluruq. Yəni, Sübhanallah deyərkən onun bütün sifətlərinin əslində həyatımızın mərkəzinə yerləşdirdiyimizi qəbul etmiş oluruq. Buna bir şəhadət gətirmiş oluruq. Şəhadətin özündə də belə bir şey var. Əgər bir şəhadət dildən qəlbə enmədisə, o yaşana bilən bir dəyər halına gəlmir. Və İslam ümumilikdə, az əvvəl qeyd etmiş olduğum kimi, Allah insan və insan təbiət münasibətlərini ilahi dəyərlər sisteminə görə tənzimləyən bir mesajdır. Ağa müəllim çox gözəl buyurdu. Meyracdan gələn bu mesaja sahib çıxmaqdır əslində Allahı xatırlamaq. Yəni, biz bunu sadəcə bəlli bir ibadət edərkən orada. Çünki ona qalsa Quran-ı Kərimdə namaz qılanlarla bəzi namaz qılanlarla bağlı da bir tənbih var. Vay o namaz qılanların halına ki, onlar qıldıqları namazdan qafildirlər. Təşəkkür edirəm. Layiqli mesajdır. Təbii ki, biz danışdıqlarımız Quran-ı Kərimin hökmlərinə və hədislərin işığına dayanır. Növbəti sual, xanım redaktor. Hər vaxtınız xeyir olsun. Allah tutduğunuz orucları, namazları qəbul eləsin. Mən özüm də oruç tutub namaz qılıram. Çox xahiş edirəm, mənim bir sualıma cavab verəsiniz. Qadın dəstəmaz alarkən hökmən onun başında örtüyü mü olmalıdır? Təşəkkür edirəm. Quran hafizi. Başa dəstəmazın fərzlərindən biri də başın məst edilməsidir. Əgər xanım tək olaraq özü fərdi olaraq oradadırsa, yəni başqa birisi yoxdursa, təbii ki, orada baş açıq olaraq dəstəmaz almasında bir sıxıntı yoxdur. Amma olar ki, artıq açıq bir yerdə olar, kimsə onu bu tam fərqli şəraitdir. Yəni, insan əgər evindədirsə, namərhəm yoxdursa, ağa müəllim, orada o qədər zərurət varmı? Əslində, qardaşımız söylədi, yəni ki, bir xanım evdə sərbəstdir, rahat dəstəmazın altında problem yoxdur. Amma o kənar üçün yəqin nəzərdə tutulur ki, kənar yerə çıxarsa örtülü bir xanım, hicabda olan bir xanım və təbii ki, o örtünmə seyini qorumağa çalışacaq, daha uyğun bir yer seçib dəstəmazını alsın. Bu anlaşılandır. Burada hökm dəyişikliyi ola bilir. Məscidlərdə də zaten qadınlar üçün ayrıca dəstəmaz yeri var. Allah dövlətimizi qorusun, mümbit şərait yaradılıb xanımlar üçün. Artıq Qarabağımızda belə, Şuşamızda gedib məsciddə namaz qılanda görürük, xanımlar üçün xüsusidir, kişilər üçün xüsusidir. Bu lütfü bizlərə ehsan edən Rəbbimizə sonsuz şükürlər olsun. Həmd olsun. Yox, üzr istəyirəm, xanım rektor söylüyor ki, həmin bacımız sadəcə Sadiq müəllim ev halında sorur. Sıxıntı yoxdur. Heç bir sıxıntı yoxdur. Təşəkkür edirəm. İnanırlar, inamın işığında İslamın doğrularını sizlərdən soruşurlar. Buyurun, növbəti sual. Allah tutulan oruçları qəbul eləsin. Çox üzr istəyirəm, mən bilməmişəm hamilə olduğumu. Dünənki günə qədər oruç tutmuşam. Dünən bilmişəm ki, mən hamiləyəm. Mən neynəməliyəm, birdən xahiş edirəm, zəhmət olmasa bu sualıma bir cavab deyərdiniz. Təşəkkür edirəm. Allah Teala kömək olsun. Bu da inamın sistemli fəaliyyəti. İnsanlar
imanlı, etiqadlı bacılarımız, qardaşlarımız, atalarımız, analarımız sizlərə inanırlar. İnamın işığında inanırlar. Ağa müəllim, buyurun. Dua edək, Allah kömək olsun. Amin. Bir xanımın Çox üzr istəyirəm, belə bir dua edək ki, həmin övlad vətəninə, dininə, dövlətinə, soyuna uğur gətirənlərdən də Rəbbim qərar versin. Amin inşallah. Amin. Və inşallah da gələn inamın işığında həmin bacımız xeyir duamızın keçərli olduğunu canlı yayımıza daşısın inşallah. Buyurun. Təbii ki, Xoşdur, xoş bir səsli mesaj oldu. Bir xanımın həyat mücadeləsində ən ali, ən yüksək bir zirvəsi təbii ki, ana olmaqdır. Analıq məqamı həyatdakı bütün karyeralardan çox üstündür, çox alidir. Yaradan analara rəhim verib, rəhmandan bir parçadır. Artıq iki canlı olub, təbrik edirik. Allah sağlam dünyaya gəlməsi üçün inşallah yəqin ki, vəsilələr qırar. Amin. Bir hamilə xanımın haqqıdır ki, rüsxətdən istifadə eləsin, çünki can daşıyır. Elədir. Dünənə qədər bilməyib, artıq bilirsə o əmanətinə sahib çıxsın. Azaddır, eləmi? Vaxtında bəli, yeməyini, içməyini, vitaminlərini alsın. Allah yar və yardımcısı olsun. İnşallah. Amin. Və buyurun. Hətta davam olacaq. Uşaq dünyaya gəldikdən sonra ikinci bir rüsxət gələcək. Amin. Süd verən bir ana olacaq. İnşallah. Burada da yenə oruc üzərindən götürülür. Hətta Quran-ı Kərim 2 il deyir. Baxın, 2 il deyir ki, süd veriləcək. 2 ildən sonra, baxın, belə bir, yox, əgər süd vermə prosesi dayanacaqsa müəyyən bir dövrdə, artıq həmin vaxtdan etibarən qəzalarını günə-gün tutacaq. Bəli, buyurun. Mən də bir əlavə edeyim. Çox təşəkkür edirəm, mənim çox ətraflı cavab verdi. Bir digər tərəfdən mən həmişə bu vətəndaşların belə məsələlərdə həssaslıqla yanaşması məni çox sevindirir. Yəni, baxın, belə bir vəziyyətdə sual verir və o fəzilətin feyzindən geridə qalmaq istəmir, faydalanmaq istəyir, bəli. Əlbəttə ki, nə xoş o övlada ki, belə bir valideyni var. Yəni, inşallah dünyaya gələcək o övlada ki, belə bir valideyni var. Əslində, o feyzdən məhrum da qalmamaq üçün elə Ramazan ayında Quran oxuyar və ya nə bilim, vacib ərəbcəsini bilmirsə, zikr etsin, dua etsin. Bunlar özü də zaten böyük bir təşəkkür edirəm. Belə bir duanı da unutmayaq. Sübhün erkən çağında Allah Teala övladı olmayanlara da Quran ayında oxunan Quranlara, xətimlərə, edilən dualara, zikirlərə xatir bir nütvə sudan sağlam övlad nəsib etsin inşallah. Çünki bu duanı bizdən artıq yüzlərlə izləyicilərimiz israrlı istəyirlər. Buyurun, növbəti sual. Salamlayıram hər kəsi. Allah namazınızı, orucunuzu qəbul etsin inşallah. Mənim belə bir sualım var. Deyirlər ki, Quran oxuyanda başı mütləq bağlamaq lazımdır evdə, yəni. Evdə də oxusan, yəni başı mütləq bağlamaq lazımdır. Bu nə dərəcədə düzgündür? Zəhmət olmasa cavablandırardınız. Təşəkkür edirəm. Quran hafizi, Qarabağ qazisi, Sadiq müəllim, buyurun. Ümumiyyətcə, Seydim, Quran-ı Kərimin oxunması bir zikirdir. Yəni, Quran-ı Kərim oxuduğunuz zaman insan özünə Allaha zikr etmiş olur və savab əldə eləmiş olur. Bacımız fərdi olaraqdırsa, tək olaraqdırsa, yəni təbii ki, evdən söhbət gedir hər halda. Oxunmasında hər hansısa bir sıxıntı yoxdur, problem yoxdur. Yəni, başaçıq oxumasında? Başaçıq oxumasında heç bir sıxıntı, problemi də yoxdur. Yəni, rahat bir şəkildə oxuya bilər. Amma örtərsə də? Örtərsə də... Yenə də gözəldir. Əlbəttə. Təşəkkür edirəm. Növbəti sual. Seydim, Allah oruclarınızı, namazlarınızı qəbul eyləsin inşallah. Allah sizə can sağlığı versin. Həmişə sizi ekranlar başında görmək istəyərik. Mənim bir sualım var idi. Mən oruç tuturam, namaz qılıram. Amma yaşlı anam, qaynanam, o namaz qılırlar, amma oruç tutmurlar. Mən bilmək istəyərdim, onların adından da niyyət edib oruç tutmaq olarmı? Mən tuta bilərəm. Bunu bilmək istəyərdim. Allah razı olsun, çox sağ olun. Allah sizdən razı olsun. Bizə, komandama etdiyiniz dualara görə, bax, 100 minlərin hər birinin qarşısında baş əyirəm. Dualar qarşılıqlıdır. Təbii ki, oruç fərdi ibadətdir. Amma fədakar övladın könlündə olan sevginin və rəğbətin, mərhəmətin
Ramazanda oyanışının bir dəlilidir. Buna mən belə də baxıram. Ağa, mənim cavablandırın. Diqqətimi çəkən başqa bir şey oldu sualın içərisində. Bir gəlinin qaynanası əvəzinə. Qeydinə qalması. Yəni, baxın, bu Azərbaycan alicənab millətin əslində o Həcər ruhlu xanımlarının görüşləridir. Bax, biz buyuq. Bizim millət bu cür düşünür. Nə qədər ki, bu xalqın, bu millətin belə anaları olacaq, onların oğulları fətihlər üzrünə fətihlər, zəfərlərə zəfərləri qatacaq. Allah tac eləyəcək başlara belə düşüncəli gəlinlərimizin, xanımlarımızın ki, özündən böyüklərə belə xidmət göstərmək istəyir. Hətta məna aləmində onlara yardım eləmək istəyir. Nə gözəl bir şuur. Hətta etməmiş olsa belə Allah o niyyətə görə onları mükafatlandıracaq. İnşallah. Qaldı ki, işin hökm tərəfinə, fikir məsələ tərəfinə, yaşlı bir insanın əgər oruç tuta bilmirsə, rüsxəti Allaha aiddir. İcazəsi vardır. Ehtiyac duyulmur ki, onu yerinə kimsə, o ibadəti yerinə yetirsin. Amma o insanların özləri, imkanları varsa, fidyə deyilən bir ibadət var. İnsan ya orucu tuta bilmirsə onun qəzasını eləyir. Qəzasını eləyə bilməyən insanın imkanı varsa fidyə verir. Fidyə imkanı olmayan isə dua edir. Elədir, həm də bu Ramazanda tutulan oruç fərdi ibadətdir. Çox doğru. Dua demişkən Seydim, elə oruç tutan, məsələn, gəlin bacımız oruç tutduğu zaman onun savabını özü desə ki, bu savabdan anam sizə də inşallah dua eləyirəm, hədiyyə olsun. Bu da gözəl bir. Əlbəttə ki, dua müsəlmanın can sığortasıdır. Buyurun, növbəti sual. Sabahınız xeyir olsun, hörmətli İnam komandası və studiyada sualları cavablandıran, gözəl sözləri ilə dini maarifləndirmə işi yerinə getirən hörmətli insanlarımız. Bir sualım var. Mən oruç tuturam neçə illərdir, amma hələ namaza gələ bilmirəm. Mənim orucum qəbul olunurmu, əgər qaydası ilə tuturamsa? Bilirsiniz, Allah razı olsun səsindən, ruhundan, necə də mənəvi dəyərlərə bağlı olduğu bir bacımızın, bir anamızın səsinə bənzədi. Yəni, tanımıram, mən ruhəm tanıdım sanki. Bəzi insanlarımız 10 illərlə biz inamın işığında görürük ki, anar müəllim, oruç tutur, namaz qılmır və bir qrup insanlar da sosial şəbəkələrdə belə oruc ibadətinin Allah dərgahında qəbul olmadığını iddia edirlər. Hətta Allahın, əstəğfurullah, adından hökm verirlər. Təbii ki, bizim bir mənalıdır bu insanlara münasibətimiz. Amma İslam nə deyir? Buyurun, söz sizindir. Bəli, İslam, mən bu mənada bir ayət yadıma düşdü. Fəmən ya'məl misqalə zərrətin xeyran yara. Zərrə qədər bir yaxşı bir əməlimiz olsa, Allah Taala bunu mütləq dəyərləndirir. Sözüm ona ki, hər bir ibadətin Allah qatında bir fəziləti, bir dəyəri var. İnşallah dua eləyək ki, bacımız, anamız bir gün namaz da qılar. Bütün məsələ əslində istər namaz mövzusunda olsun, istər orucu mövzusunda olsun. Bəzən insanlar olur ki, orucu tutur, amma oruc onu tuta bilmir. Namazı qılır, amma namaz onu qıla bilmir. Amma bu hassaslığı biz görürük ki, həssaslığı görürük ki, bacımız narahatdır ki, namaz qılmıram, orucum qəbuldurmu? Bəli, əlbəttə ki, qəbuldur. İndi əgər alimlərimizin də bir fikri varsa, onlar da əlavə eləyə bilər. Allah razı olsun, ağam, həm də Allah razı olsun, həm də namaz bir ayrı Allahın hökmüdür, oruç bir ayrı hökmdür. Biri var, ikisini etmirsən, ən azı birini edirsən və bu biri də namaz ibadətinə mübarək səbəbə çevrilir. Bu da var. Ağam, mən buyurun. Anar müəllim əslində gözəl bir cavab verdi. Namaz hədislərdə göstərir ki, dinin dirəyidir. Bəli, sütunudur. Əgər dinin dirəyidirsə, bu könlümüzün də dirəyi olacaq, mənəviyyatımız üçün önəmli bir yol olacaq. Amma dil gələ bilmirəm, yəni bəlkə çalışır. Bir şey söyləyeyim. Bir insan həqiqətən əgər istəyirsə ki, ibadət eləsin, məsələn, bir qərar versin bu gün üçün, sual verdisə, sualın haqqını budur ki, onu yerinə yetirməyə çalışacaq. Qərar versin. İblis əli qolu bağlı,
Allah'ım mən oruç tutdum, bunun feyzini aldım. Namazın da ləzzətini almaq üçün qərar versin elə. Və bu gündən. İnşallah. Nə gözəl olar. İslamın təxirə salmasın. Anladım. Gözəl bir mesajdır. İdeoloji baxımdan apardığımız işdə siz ilahiyyatçılar belə dəvət dini olan İslamın qayəsinin yaxşılığa dəvət, pisliklərdən çəkindirmə olma prinsipinə dayanaraq belə çağırış edirsiniz. Rəbbimiz eşidir, bilir, görür. Əgər onun könül dünyasında mərhəmət hissinin oyanışına Rəbbim Quran ayını, Ramazanı və Ramazanda oruç tutmağı ehsan edibsə, inşallah onu da edər. Buyurun, növbəti sual. Zeyr. Mən bir Qarabağ döyüşçüsü kimi, Qarabağ veteranı kimi sizdən sualımı cavablamaq xahiş edirəm. Bu dəstəmaz ararkən 3 dəfə dəstəmaz üz yumaq lazımdırsa 2 dəfə üz yumaq lazım. Xahiş edirəm, mənim sualımı cavablandırsınız. Əvvəldən təşəkkür edirəm Seyidi də, Seyidin komandasına da, Sves komandasına təşəkkür edirəm. Təşəkkür edirəm. Bütün Qarabağ qazilərinin hər birinin qarşısında baş əyirəm. Bu arada bizə yüzlərlə Qarabağ qaziləri canlı efirimizə qoşulmaqdan savayı İnamın WhatsApp nömrəsinə səsli mesajlar göndərirlər. İçində tanıdığım yüzlərlə sizli, bizli dostlarımız var. Hər birinin qarşısında baş əyirəm. Onlar, necə deyirdik bizim tədbirlərdə, 10 il bundan qabaq, 8 il bundan qabaq, sizlər potensial diri şəhidlərsiniz. Hər birinin qarşısında baş əyirəm. Bu sualın cavabını Sadiq müəllim versinmi? Həm də adam imamdır. Buyurun. Allah razı olsun. Cümləmizdən. Dəstəmaz aldığımız zaman dəstəmazın fərzləri var. O əzaları bir dəfə yumağımız belə kifayətdir əslində. Artıq ikinci və üçüncü dəfə yumağımız sünnət hökmündədir. Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnətini həyata keçirmiş oluruq. Amma qardaşımız heç bir narahat olmasın. Yəni, hətta bir dəfə yumağı belə, əzaları bir dəfə yuyulması belə onun dəstəmazının tam olması deməkdir. Təşəkkür ederim. Bir şey deyim, yəni çox İslamın ən böyük dəyər verdiyi məsələlərdən birisi də israf etməmək məsələsidir. Bugün günümüzdə bilirsiniz ki, su ehtiyatları məsələsi də gündəmdədir və əslində əgər dinimiz bu mənada bizə icazə verirsə ki, ya bir dəfə üzümüzü yumaqla əzalarımızı təmizlənməsini təmin edir. İsraf etməməyimiz daha yeyin için israf etməyin deyir Allah. Təşəkkür edirəm. Mən düşündüm ki, Sadiq bizim gənc o ilahiyyatçı imamlardandır ki, fikri də maşallah qənaət bəxşdir, imanı güclüdür. Azərbaycan dövlətçiliyinə xidmət yolunda mənəvi mühitə böyük töhfələr verir bu gəç yaşında. İnşallah daha davamlı olacaq Allah qoysa. Xüsusi olaraq İnamın işığında. Bunu da söyleyeyim. Buyurun. Sabahınız xeyirli, uğurlu açılsın. Allah bütün oruç namazlarınızı qəbul eləsin. Salamlayıram bizə bütün bu məsləhətləri verənləri. Allah sizdən çox razı olsun bu verilişə görə. Mənim bir sualım var idi. Mən namaz qılanda bir də görürsən, mən 4 rükəti qılmışam. Özüm də bilirəm ki, qılmışam. Amma ürəyimdə hansısa şübhə oyanır. Şübhə oynananda mən əlavə bir də 4-cü rükət kimi qılıram. Bu günah deyil ki, belə, ya mən təzdən başlamalıyam qılmağa. Təşəkkür edirəm. Şübhəni tərk edin. Buyurun, Ağa müəllim. Seyidimiz əslində cavabı özü verməyə çalışdı, xanım. Əgər bir insanın artıq 4-cü rükəti qılmışam, yoxsa qılmamışam şübhəsi içərisindədirsə, onun 5-ci rükət qılıb, namazı qutararkən salamdan öncə 2 səcdə etməsi həmin o şübhəni aradan götürən bir əmr və sünnədir, Peyğəmbərimizin bir tövsiyəsidir. Amma bir insan 4-cü rükətdə olduğunun yəqinliyi varsa, onu şübhəyə çevirməyin bir mənası yox. Çünki iblisin əsas işlərindən biri bizim ibadətimizi qarışdırmağı, bizim beynimizdə bir təşviş yaradaraq Allahdan uzaq salmağa müdaxilə etməsidir. Ona görə namaz üçün əslində biz belə deyək, əllərimizi qaldırıb dünya və içərisində olan hər şeyi arxaya atırıq. Ona təkbirətül ehram deyilir. Hətta bu müddət ərzində insan Allaha söz verir ki, ya Rabbi, mən bu namaz boyunca xəyalımda, zehnimdə, düşüncəmdə səndən başqasını yerləşdirməyəcəm.
Əslində namazın vasitəsilə insan varlıq aləminə çox fərqli bir şəkildə rabitə edir, bağlanır. Yəni insan Allaha könüldən Rəbbə bağlanır. Özümüz Kəbəyə, amma hədəf Allahdır, qayə Rəbbimizdir. Belə bir iç bağlılığında ümid edirik ki, tamamilə dünyamızı, zehnimizi, fikirlərimizi dünyadan uzaq saxladığımız zaman çox gözəl bir şəkildə namaz qılacağı, o rüküləri də heç vaxtı, rükətləri də heç zaman qarışdırmayacaq. Amma qarışdırmış olsaq, ifadə elədiyimiz kimi fiqh hökmü də yerinə yetirəcək. Təşəkkür edirəm. Şeytanın şərrindən Rəbbimizə sığınırıq. Sosial şəbəkələrdən bizi çoxlu sayda izləyicilərimiz izləyir. Rusiyadan bir qardaşımız yazır ki, mən 200 kilometr məsafədə kömrüyə gedib gələcəyəm. Bu mənim orucumu pozurmu? Ağa mənim cavablandırın. Baxın, burada dəyərli seyidimiz iki nüans var. İki nüans var. Nüansın biri ondan ibarətdir ki, bəli, bu adamın əgər iş yeridirsə, hər gün o məsafəni qət edib, gedib gəlirsə, sürücüdür. İş deyil, yox, sənədlərimlə bağlı gedəcəm deyə. Yox, əgər səfər müsafir olursa, artıq 200 kilometrdə rüsxət sahibidir. Bəyəxlər Anar müəllim də suala cavab verdi, Sadiq müəllim suala cavab verdi. 48 kilometr gedişi, gəlişi, həddi tərəxüz bir görüşümüzə görə 85-90 kilometr məsafə qət olunubsa artıq rüsxət sahibidir, ondan istifadə edə bilər. Rüsxəti verən də Allah, o ibadət əmrini verən də Allah. Həm də Rəbbin hədiyyəsi var ortada. Təşəkkür edirəm. Buyurun növbəti sualımız. Salam, sabahınız xeyir olsun. İnan verilişinin qonaqları, seyidimiz, hər birinizə salamlar çatdırıram. Sizdən bir xahişim var, bir sualım var. Mən dua edəndə fikirlərim dolaşır, qarışır. Biçidinə onun soruna deyirəm, çox fikirləşirəm. Allah, sən özün bilmədiklərimi bağışla mənə. Yəni, bu düzgündür ya yox. Çox sağ olun, təşəkkür edirəm. Siz sağ olun, Allah razı olsun. Anar müəllim. Bəli, bu da imandakı həssaslıqdan qaynaqlanan bir sualdır, yenə də görürük. Əlbəttə ki, yəni insanın bu şəkildə dua etməsi böyük bir fəzilətdir onun üçün. Yəni biz müəyyən günahları işləyə bilərik və ya bilərək və bilmərək deyək ki, birinin qəlbinə dəydik, toxunacaq bir söz dedik, onu üzəcək. Amma bunu unutmuşuq. Çünki insan eyni zamanda Quran-ı Kərimdə buyurduğu kimi unutqan bir varlıqdır. Yəni insana Allah Taala'nın yanaşması bir mənalı deyil. Amma bütün bunların fərqində olaraq bir bəndə, Allahın bəndəsi deyirsə ki, mən unutduqlarımı belə mənə bağışla, bu böyük bir savabdır, böyük bir çağırışdır. Yəni Allah insanın Allah qarşısındakı əslində sərhədlərini göstərir, acizliyini Minnətdaram. Ağa mən buyurun. Anar mənim sağ olsun, xatirimə bir ayəni getdi. Rabbənə lə tuəxidnə in nəsinə əv əxdanə. Ki, Allahım, bizi etdiyimiz səhvlərdən və unutduqlarımızdan dolayı hesaba çəkmə. Dərhal da cəzalandırma. Elə dua edək. Allah hər birimizi bağışlanmış bəndələrindən qərar versin. Həzrəti Muhammed Mustafa eşqinə, onun mübarək ev xalqı eşqinə, siddiqlərə, sadiqlərə, müttəqilərə xatir. Buyurun. Selamun aleyküm. Hər birinizi ürəkdən salamlayıram. Allah bütün ibadətlərinizi qəbul eləsin. Mənim belə bir sualım var. Mən Quranı oxuyuram. 72 yaşım var da. Amma telefondan oxuyuram. Səbəbi də ona görə ki, evdə Quran var. Hər dəfə dəstəmaz almaq imkanım yoxdur. Onu saxlamaq biraz problemdir mənim üçün. Amma telefonda 2 şüşədən ibarət qoruyucusu var da, əlim toxunmur. Bir də ki, Qurandan, kitabdan oxuyanda mütləq eynək taxmalıyam. Amma telefon işıqlı deyən telefonda eynəksiz oxuya bilirəm də. Bu nə qədər düzdür? Bəzən deyirlər düz deyil, bəzən deyirlər düzdür. Ərəbcə oxuyuram, amma tərcümədən oxumuram. Allah Taala sizləri də imanda sabit qədəm qərar versin. Allah qəbul etsin. Quran hafizi. Ümumiyyətcə seydim, ibadətlərdə dəstəmazlı olaraq ibadətləri yerinə yetirməyin fəziləti daha böyükdür. Amma mushafa toxunmaq, Peyğəmbər sallallahu aleyhi və səlləm hədisi ilə də bu sabitdir ki, Quran-ı Kərimə yəni toxunmaq dəstəmazsız olaraq icazəli deyil. Quran-ı Kərimə toxunmaq icazəli deyil. Amma telefondan
oxuduğu zaman yaxşı olar ki, dəstəmazda olsun. İndi yaşlı əmmimizdir, ola bilsin ki, hər an dəstəmaz ala bilmir, bu sıxıntıları var. Telefondan o şəkildə oxumasında bir problem yoxdur. Zaten Quran-ı Kərimin oxunması bayaq da qeyd elədik ki, bir zikirdir. Bir duadır. Duadır, bəli. Və yaxud zikirləri də dəstəmasız edilməsində də heç bir sıxıntı yoxdur, problem yoxdur. Allah yar və yardımcısı olsun. Amin. Təşəkkür edirəm. Növbəti sual. Sabahınız xeyirli, uğurlu olsun inşallah. Mənim sualım ondan ibarətdir ki, iftar vaxtı azan verildiyi vaxtda, yəni azan verilən kimi iftarımızı aça bilərikmi? Yoxsa azanın verilib bitməyini gözləməliyikmi? Və həmçinin də Ramazandan sonra, yəni Ramazan ayı olmayanda da namaz qılanda azan verilən kimi namaza başlaya bilərikmi? Yoxsa azanın bitməyini gözləməliyikmi? Öncədən təşəkkür edirəm. Təşəkkür edirik. Biləsiniz, Ramazan ayında bugün 12-ci gündür. İnamın işığında yüzlərlə insanların yeni namaza başladıqlarının biz şahid oluruq və bundan da məmnun olaraq Allaha sonsuz şükürlər olsun deyirik. Ağa müəllim, buyurun. İftara doğru da belə suallarımız vardı, biz cavablandırmışdıq. Buyurun. Əzanın səsi... Çox üzr istəyirəm, əfvinizə sığınıram. Xanım doktoru bildirir ki, izləyicilərimiz də bilsinlər, Bakı vaxtı ilə imsaka 4 dəqiqə qalıb. Ona görə arada çayınızı için, sonra günahkar qalmayın. Buyurun. Estağfurullah. Əzan səsi əslində könül minarəsindəki ən gözəl, varlıq aləmdəki ən gözəl sədadır. Onu dinləmək ədəbdəndir. Mümkün qədərində təbii ki, mömin insan, inanan adamlar, müsəlmanlar oradakı o ibadəti də yerinə yetirmiş, o zikri də yerinə yetirmiş olurlar. Gözəl olan əzanı dinləməkdir. Amma bir insan əgər iftar eləmək istəyirsə, həmin an artıq haqqıdır, iftarını eləyə bilər. Gözəl olanı isə ədəblə əzanı dinləyib, sonra iftarını etməsidir. Allah razı olsun. İzləyicimiz yəqin ki, namaza yeni gəlib deyir, Ramazandan sonra namazda nə edəcəyik? Namaza gəlincə isə təbii ki, eynidir. Əzan verildisə, namaz qıla bilər. Amma gözəl olan odur ki, müstəhəb olan odur ki, bir dinləyə sonuna qədər, ondan sonra namazımızı... Bu bəyan eləndir. Bəli. Ancaq hökm də deyildir, elə mən Sadiq müəllim? Seydim, Allah razı olsun, ağa müəllim qeyd elədi. Burada bir dənə insana böyük bir savab qazandıracaq bir əməl var. Əzanı dinlədiyimiz zaman Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, əzanı eşitdiyiniz zaman onun sözlərini siz də müəzzinlə bərabər təkrarlayın. Həyyə aləs-salə və həyyə aləl-fələyə çatdığı zaman la havlə və la quvvətə illə billahi aliyyil azim deyib və əzanı onlarla bərabər tamamladığınız zaman müəzzinin əldə elədiyi savabı siz də əldə etmiş olarsınız. Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, müəzzinlər deyir, qiyamət günü deyir, ən uca boylular olacaq. Yəni, bu savabdan insan gərək özünü məhrum etməsin. 2 dəqiqə, 3 dəqiqə onu dinləyib, o əzanı təkrar eləməsi, orada əldə etdiyi savab ona böyük bir şeylər vəd edir. Həm də mənəvi ruhumuzun bir təminatına mübarək səbəbə çevrilir. Amma burada çox gözəl məqamlara toxundu. Bir məsələni də unutmayaq ki, bu vaxta qədər əgər azan verilən kimi iftarlarını açıblarsa vətəndaşlarımız, bunu günah olaraq da düşünməsinlər. Əlbəttə. Yox, söylədi, ağa mən dedi. Təşəkkür edirəm. Minnətdarım. Amma savabı əlbəttə ki, əlbəttə, üstündür. Buyurun, növbəti sual. Hörmətli inan verilişi, Allah orucunuzu, namazınızı qəbul eləsin. Mənim sizə belə bir sualım var. Mən oruçluyam, bu ayda oruc ola-ola zəli qoydurmaq, hicamı elətdirmək olarmı? Xahiş edirəm, sualımı cavablandırın. Təşəkkür edirəm, Sadiq müəllim. Ümumiyyətcə, oruc daxilə girən şeyləri pozur. Yəni, daxildən çıxan şeylərə, xaric olan şeylərə bir sıxıntısı yoxdur. Zəli qoydurmaq, hicam aldırmağın bunun oruca hər hansısa bir maneçiliyi yoxdur. Amma burada səhhətin bir məsələsi var ki, yəni insan qan aldırdığı zaman və yaxud zəli qoydurduğu zaman, hicam aldırdığı zaman onun səhhətində bir sıxıntı yarana bilər, problem ola bilər ki, bu da orucuna mane olsun. Bunu nəzərə almaq lazımdır. Əgər bu sıxıntıları yaşamazsa, belə bir problemləri olmazsa, yəni insan qüvvətlidirsə, bu şeylərin edilməsində oruca hər hansısa bir batil edəcək bir səbəb yoxdur. Anar müəllim, mənə bir şey maraqlı gəlir bu 12-ci gündə də. Çoxlu sayda, yəni bunu səhi ilə bağlı olanlar cavablandırmalı. Artıq imsak vaxtıdır, ona görə Bakı vaxtı ilə əziz izləyicilərimiz artıq imsak vaxtıdır. Çox maraqlıdır, yüzlərlə, çünki o monitorinqini aparırıq, görürük.
canlı efirdən sonra yüzlərlə izləyicilərimiz zəli qoydururlar. Yəni bu kütləviləşibdir. Yəni bu çox maraqlıdır. Bu səhiyyə işçilərinə bağlı olan bir məsələdir. Çox belə. Biraz bilirsiniz, hər bir insanın alternativ tibbə etimadı ilə bağlı olan bir məsələdir. Alternativ tibb heç bir hər zaman yəni bəyənilməyən bir şey deyil. Yəni əslində elə müalicə üsulları var ki, həqiqətən o insanı təbii bir müalicə təsirli tərəfləri yəqin ki var. Çox var. Və bir də ki, yəni buna öyrəşən insanlar var da artıq. Yəni o da yəni faydasını görüb ki, bu şəkildə davam etdirir. Anladım. Çox gözəl olar ki, həqiqətən bu məsələlərdə doğrudan da həkimlərimiz də bir münasibət. Yox, yəni bu mənim sahəm deyil və verilişimizə də o qədər bağlı məsələ deyil. Amma mən bunu düşünürəm ki, dövlətin lazımı səhiyyə müəssisələri bu məsələdə yəqin ki, onların da münasibət bildirməsi çox yaxşı olar. İnşallah verilişimizdə həkimlər də iştirak edəcək. Sadəcə... Bəlkə dövrdə heç bir də ziyanı olmayıb açığı. Yəni qan aldıranlar da olub. Yəni biz bilirik də nənələrimizdən, babalarımızdan. İndi açığı deyək. Təşəkkür edirəm. Maşallah sağlam da olublar. Təşəkkür edirəm. Buyurun, növbəti sual. Salamlayıram hər birinizi. Bizim evdə, yəni qızımın istəyi ilə pişik saxlayırıq və mən bilmək istəyərdim. Bu pişik yaxın durur, biz dəstəmaz alandan sonra pişik dəstəmazı pozur ya yox, onu bilmək istəyərdim. Bir də digər sualım var. Ərəb dilində bəzi dualar edirik, amma tərcüməsini bilmirik. O dualar qəbul olunurmu? Məncə birinci bunu mən cavablandırım ki, ən asandır ona görə. Ən rahatı Azərbaycan dilində dua edin. Allah bütün dilləri bilir. Belə deyə bilərik də ki, o buz alınmaz yəqin. Rəbbinizə doğru yönəlin. İlahi təslimiyyətlə. Yalvarın Rəbbinizə. Təvəqqə edin ondan. Ondan da yaxın dostunuz, ondan da yaxın himayəçiniz, ondan da yaxın yarınız yoxdur. Sahibinizdir. O sizi yaxşı tanıyır. Ona görə Azərbaycan dilində rahat bir şəkildə dua edə bilərsiniz. Ancaq ikinci sual mənlik deyil. Ağam müəllim, buyurun. Dəyərli seyircimiz, əslində sualın ikisine də cavab versəniz, biz də istirahət edərdiniz. Məsuliyyətdən qurtarmış olardınız. Allah razı olsun. Amma qaldı ki, təbii ki, pişiyin biraz digər heyvanlardan fərqi var. Hətta Nəbilər Sultanı Əleyhissalatu Vesselamın çuxasının üzərində olduğu vaxtı kəsərək onu incitməyin falan. Bu yöndən biraz daha sevimli bir məxluqdur. Həm də ki, pişiklər ümumiyyətlə ömürlərinin çox hissəsini təmizliyə ayırmış bir heyvandır. Onlar gül kimi olurlar. Özlərini çox təmizləməyə meyillidirlər. Bəli. Yəni, onlardan sonra bütün gün özlərini təmizləməklə məşğuldur. Çox qəribə bir onlarda Allah bir şey yaradıb. Amma onların da sərtləri olur. Amma qaldı ki, təbii ki, indi hər halda bir heyvandır, tükü var, filanı var, şərri hökmlərə görə. Ümumiyyətlə, evlərdə pişik saxlanması elə müstəhəb bir, nə bilim, bəyənilən bir əməl də deyil. Hə, bu da var. Onlara qarşı qayğı göstərmək, yolda, izdə, doyurmaq, filan eləmək, yaralarına məlhəm qoymaq filan. Elədir. Bunlar daha gözəl olanı budur. Amma bəzi insanlar var, çöldən içəri alırlar, evlərdə ona şərait yaradırlar. Heç müayinə də etdirmirlər, o da var. Əgər ev şəraitindədirsə, mütləqdir ki, onun üçün bir yer olsa daha yaxşı olar ki, o tükü ilə, filanı ilə ətraf mühitə, filana seyləməsin, yəni. Amma maraqlıdır, pişiklər hara düşürlərsə, ora sahiblənirlər. Bir neçə gündür ki, bütün space səfərbər olub, qarşısını ala bilmirlər. Bizim canlı efirimiz başlayan kimi izləyicilərimiz bilsinlər, maraqlı olar. Dərhal gəlir. İstəyən meyillidirlər. Bizim bir dostumuz var, Space televiziyasında çalışır, rəhbərlikdə, İlqar müəllim. Deyir ki, Seyidin, burada nə var ki, o da qonaqdır gəlib. Deyirəm, yaxşı, mən ondan hansı dildə tanışacağım. Allah razı olsun, bir təbəssüm üçün dedim. Buyurun, növbəti sual. Sabahınız xeyir. Sualım belə olacaqdı ki, biz tutduğumuz orucları rəhmətə getmiş valideynimizə hədiyyə edə bilərikmi? Və əlavə olaraq, əgər hədiyyə edə bilmiriksə, rəhmətə getmiş valideynimiz üçün nə edə bilərik? Təşəkkür edirəm. Quran hafizi, Qarabağ qazisi, Sadiq qardaşımız. Buyurun. Allahu Ekber, Allahu Ekber.
الله أكبر الله أكبر أشهد أن لا إله إلا الله أشهد أن لا إله إلا الله أشهد أن محمدا رسول الله أشهد أن محمدا رسول الله حي على الصلاة حي على الصلاة حي على الفلاح حي على الفلاح الصلاة خير من النوم الصلاة خير من النوم الله أكبر الله أكبر لا إله إلا الله. Allah kabul etsin. İndi isə dua anıdır. Ey cənnetin və cəhənnəmin sahibi. Ey sonu gəlməyən əbədi. Ey İslamın günəşi. Axırın və əvvəlin seyyidi Məhəmməd Mustafanı bizlərə göndərən, Qur'anı endirən Rəbbim. Sənin mübarək ayında, Qur'an ayında xalqımız adına qapına gəldim. Ya Rəbbi, qapına gəldim günahlarımla, qapına gəldim etdiyim səhvlərlə, qapına gəldim tövbələrimlə, qapına gəldim bağışlanma diləyərək, yalvarışlarımla, niyazlarımla. Ya Rəbbim, bizləri bağışlanmış qullarından, əfv etdiyin bəndələrindən qərar vericənə. Ya Rəbbim, xalqımızı sağlam canla, bol ruzi ilə müjdələ. Ya Rəbbim, Azərbaycan xalqını, Azərbaycan dövlətini hər cür çətinliklərdən, hər cür bəla və müsibətlərdən, terrordan, dəniz aşmalarından, zəlzələlərdən, düşmən hiləsindən özün mühafizə ilə və öz əmanətində saxla. Allahım, çovğunda, qarda, yağışda, istidə, günəşdə bizi qoruyan, xüsusilə sərhəddə düşmənlə üz-üzə dayanan, qəhrəman ordumuzun, qəhrəman zabit və əskərlərini düşmən hiləsindən, düşmən gülləsindən hər bir an mühafizə edərək öz əmanətində saxla. Allahım, şəhidləri sən seçdin. Ya Rəbbim, onları seçilmişlərdən qərar verib, sən onları müjdələdin.
Qarabağımızın işğaldan azadlığı uğrunda şəhadət şərbətinə təşnə olan Uhudun, Bədrin, Xəndəyin, Kərbəlanın, Çanaqqalanın, Qarabağın birinci aslanları kimi, ya Rəbbim, sən onları mükafatlandırdın, cənnətlə müjdələdin. İndi isə sənin ayında səndən təvəqqə edirəm. Bütün şəhidlərimizi Kövsər başında, könüllərin sultanı, axırın və əvvəlin seyyidi Məhəmmədi Mustafa ilə görüşənlərdən qərar ver. Ya Rəbbi, ordumuzu gücləndir, qalib sərkərdəmizi gücləndir, ya Rəbbim, xalqımızı gücləndir, ya Rəbbim, dini dəyərlərimizi, mənəvi dəyərlərimizi bizlərə çox görmə, ya Rəbbim. Bu vəhdəti, bu birliyi, bu bərabərliyi mühafizə edib, qorumaq üçün dövlətimizi, xalqımızı vəhdət halında həmişəkindən daha çox gücləndir, ya Rəbbim. Evsizlərə ev ehsan elə, ya Rəbbim. Övladı olmayanlara bir nütfə sudan övlad ver, ya Rəbbim. Ya Rəbbim, küsülləri barışdır Allahım. Subaylara xeyirli olan evliliklər nəsib elə, ya Rəbbim. Şəhid övladları var, subaydırlar, bizdən dua gözləyənlər var. Şəhid övladlarına da xoşbəxt talihlə toy nəsib elə, ya Rəbbim. Övladlarımıza xeyirli olan izdivaslar içərisində toy nəsib elə, ya Rəbbim. Allahım, evindən ruzi ardınca qürbət diyarlara gedib halal ruzi qazanan, qazanmaq niyyətində olanların da ruzilərini qismət elə, ya Rəbbim. Ya Rəbbim, dövlətinə, dininə, bayrağına sevdalı olan aşiqlər var. Onlar nə dövlətdən, nə də bir kimsədən təmənna ummazlar. Dövlətimiz var olsun. Dövlətin mühafizəsi mənim namusumun mühafizəsidir düşüncəsini könüllərinə hakim edərlər. Sən onları hamıdan yaxşı tanıyırsan. Onları sahibsiz buraxma, ya Rəbbim. Elmdə, təhsildə övladlarımızı zehin açıqlığı ilə qalib olanlardan qərar ver, ya Rəbbim. Abituriyentlərimizə, tələbələrimizə zehin açıqlığı ver, ya Rəbbim. Subaylara toy nəsib elə, ya Rəbbim. Övladlarımızı ağ valideyn olmaqdan, valideynlərinin üzünə qayıtmaqdan kənar et, mühafizə et, ya Rəbbim. Valideynlərimiz, atalarımız, analarımız, babalarımız, nənələrimiz, böyüklərimiz yaşlandıqda Quranın hökmünə dayanaraq onlara uf belə deməmək üçün qəlbimizdə mərhəmət, rəhmət, şəfqət hisslərini alovlandır, ya Rəbbim. Ya Rəbbi, bizləri müqəddəs Ramazan bayramına qovuşdur, cinan. Dövlətimizə, xalqımıza gələ biləcək hər hansı bir təhlükələri özün dəf et və dövlətimizdən, xalqımızdan uzaq tut. Ey Allahım, əziz olanım, ey sahibim, sənə gəldim, sənin ayında, sənin qapında dayandım. Məhəmməd Mustafa'nın, onun mübarək ev xalqının, siddiqlərin, sadiqlərin, Uhudun, Bədrin, Xəndəyin, Kərbəlanın, Çanaqqalanın, Qarabağ şəhidlərinin mübarək vəsilələri ilə quruda, havada, dənizdə bizi qoruyan Azərbaycan silahlı qüvvələrini, dövlət təhlükəsizliyini, Azərbaycan polisini, xarici kəşfiyyat idarəsini, Azərbaycan sərhəd xidmətini sən özün qoru, ya Rəbbim. Sonuncu duamı, ya Rəbbim, bütövləşdirərək, sənə doğru yönələrək, ilahi təslimiyyətimlə, təqva heysiyyətli, yoğrulmuş könül sahibliyi ilə ağzı oruslu, dualı diləyirəm. Sən özün 30 illik töhməti üzərimizdən götürdün. Sən özün dünya güc mərkəzləri qarşısında Azərbaycan xalqını, Azərbaycan ordusunu, qalib sərkərdəmiz İlham Əliyevi dimdik dayanmaq üçün, ya Rəbbim, gücləndirdin. Sən özün ərşdə Qarabağın xilaskarı İlham Əliyevi özün seçdin. Ona qətiyyət, ona iradə, ona güc verdin. Ya Rəbbim, indi də onun rəhbərliyi ilə yenilməz ordumuza, qalib sərkərdəmizə,
dövlətinə, bayrağına sevdalı olan soydaşlarımıza daha çox güc ver. Qərbi Azərbaycandan, ya Rəbbim, bizə gələn telefon zəkləri içərisində biz əzəli, əbədi, dədə-baba yurtlarımızdayıq dediklərini sən bizlərə ehsan elə və inamın işığında o zəngləri, səsli mesajları İnam komandası adına qəbul etməyi bizlərə ehsan elə, ya Rəbbim. Əziz və vəfalı inamsevərlər, sonuna qədər dualarıma amin deyən könül sahibləri, sosial şəbəkələrdə, İnamın YouTube kanalında, ekranın qarşısında bu an bizi izləyənlər, Allah Taala könüllərinizi abad edib, qəlblərinizi fərəhlə doldursun. Allah oruç və namazlarınızı qəbul etsin. Allah Taala azanımızı, Quranımızı susturmasın, bayrağımızı endirməsin. Allah Taala hər bir an sizinlə olsun. Yorulmadınız. İzləyicilər məncə yorulmadı. Onda vaxtımız varsa bir neçə sual da qəbul edək. Buyurun. Sponsora keçid edək. Sponsorların da haqqına girməyək. Buyurun. Ekoloji təmiz, keyfiyyətli məhsulları qidamıza əlavə etməyin çox böyük önəmi var. Gigiyenik tələblərə uyğun, beynəlxalq standartlara cavab verən, əvəzolunmaz dadı ilə sizlərə təqdim olunan cənnət kolbasa və sosisləri yüksək keyfiyyətli ət məhsullarından istehsal olunur. Müxtəlif çeşiddə hazırlanan kolbasa və sosislər ət məhsulları sektorunda qısa müddətdə yüksək qiymətləndirilərək həm dadı, həm də keyfiyyəti ilə istehlakçı tərəfindən nümunəvi məhsul adını qazanıb. Cənnət kolbasa və sosisləri sağlam gələcəyimiz naminə məsuliyyəti dərindən dərk edir və ailənizin bütün üzvlərinə əminliklə tövsiyə olunur. Dadına və keyfiyyətinə, eləcə də halallığına əmin olacağınız məhsul Cənnət kolbasa və sosisləridir. Təşəkkür edirik verilişimizin baş sponsoru olan Cənnət kolbasa və sosislərinə. İnam verilişinin sponsoru Hacı Seylon çayıdır. Unikal dada və ətra malik Hacı Seylon çayının keyfiyyətini onu dadanlar çox gözəl bilir. Çay sevənlər hazırda Hacı Seylon çayının özünə məxsus təravətli dadına böyük üstünlük verirlər. Qeyd edək ki, bu çayın üzərində keyfiyyət nişanəsini göstərən xüsusi qaloqram var. Bu qaloqram Şri Lanka hökumətinin məhsula verdiyi icazədir. Hacı çayı, imtina edilməyəcək təklif. Şah plov düyüləri. Himalay dağlarının ətəklərində xüsusi qulluqla yetişdirilən bol ətirli əsl basmati Hindistan düyüsüdür. Bol artımlı 11-21 ölçüsündə olan şah plov düyüləri ağız dadınıza uyğun ən yüksək keyfiyyətə malikdir. Ən xoş günlərimizdə süfrələrimizi bəzəyəcək düyü. Cənnət ətirli şah plov düyüləri olsun. Sponsorlarımızın hər birinə dualarımla təşəkkür edirəm. Allah razı olsun. Quran hafizi, əziz qardaşım, Sadiq müəllim, sual yaddaşında qalıb yəqin ki, əzandan öncə. Bəli, əzandan öncə bacımız sual verdi ki, mən bu Ramazan orucunu tutub yaxınlarım üçün, onu dünyasını dəyişənlər üçün bağışlaya bilərəmmi? Biz əvvəldə də dedik ki, Ramazan fərdi ibadətdir. Yəni, fərdi namazdır, Ramazandır, oruçlardır. Bunlar fərdi ibadətlərdir. Bunlar şəxsin özünə aid olan ibadətlərdir. Siz yaxşısı o dünyasını dəyişənlər üçün dualar etsəniz daha yaxşı olar. Ən doğrusu. Ən doğrusu budur. Təşəkkür edirəm. Suallardan qəbul edək. Buyurun. Salam, sabahınız xeyir olsun. Sizləri Zaqatala rayonundan salamlayıram. Allah bütün qılınan namazları, tutulan oruçları qəbul eləsin. Allahın nəzəri üstünüzdən əksik olmasın. Sizə bir belə sualım var. Xahiş edirəm sualımı səsləndirəsiniz. Mənim həyat yoldaşım oruçlu ikən xoruz kəsdiyi halda, yəni birdən anladıq ki, bəlkə də günah eləmiş oluruq. Yəni oruçlu bir heyvan kəsmək nə dərəcədə düzdür? Xahiş edirəm bunu səsləndirəsiniz. Və ikinci sözüm də sizə budur ki, dünən bir xanım söylədi ki, oruç tutulanda deyirlər 60 illik, 70 illik, yəni hesab olunur qəza oruçları kimi. Bu niyyətlə deyirdi. Yəni onu biz bildiyimiz üçün düz anladıqsa, yəni orada anlaşılmazlıqlar oldu bəzən. Xahiş edirəm, biz bu cür başa düşmüşdük ki, yəni zaten Şaban ayında, Rəcəb aylarında hansısa bir gün oruç tutularsa 60 ilin savabına bərabərdir. Yəni bəlkə də xanım o nəzərlə deyirdi ki, bizim qəza oruçlarımız var. Bizim qəza oruçlarımız, o bir gün oruç tutduğumuz halda bizim qəza oruçlarımız əvəzlənirmi? Öncədən sizə təşəkkür edirəm. Xahiş edirəm, sualımı cavablandırasınız.
Təşəkkür edirəm. Mən də buradan doğma, mənim üçün çox əziz olan Zakatalalılara salam və dualarımı göndərirəm. Hacı İbrahim Əfəndi başda olmaqla. Buyurun ağa müəllim. İstər insan xoruz da kəsə bilər, qoyun da kəsə bilər, dana da kəsə bilər. Yəni halal baxımdan. Dana da kəsə bilərmi? Niyə olmur ki? Təşəkkür edirəm. Qurban eləyib paylaya bilər. Problemi yoxdur, günah da eləmir. Bir də Şəvval ayı ilə bağlı söyləyir ki... O sualı açığı öncəsini mən eşitməmişəm. Yəqin ki, həmkarların heç biri eşitməyib. Ola bilər, mən xatırlamadım. Belə bir cavab verər. Yəqin inamın işığında izləyib izləyicimiz. Belə bir cavab verər ki, bəli, bu Şaban ayına, Rəcəb ayına aid olan ifadələrdir ki, bir gün tutulan orucun müxtəlif savablar, qədər yazılır. Əslində, burada rəqəmlər insanları oruca təşviq eləməkdir. Bəli, elədir. Savabını Rəbbimiz deyir yazan odur. Orucla bağlı bir ifadə var hədisdə. Deyir ki, oruc mənim üçündür, onun savabını mən verirəm. Elədir. Yəni, oruc ibadəti ilə bağlı kim hansı məhdudiyyəti qoysa ki, bu qədər savabdır, bu qədər savabdır, bir şey bilsin ki, yəni nə qədər biz rəqəm desək, Rəbbim deyir ki, o mənim üçündür, onun savabını mən özüm yazıram. Təşəkkür edirəm, mükəmməl bir cavabdır. Buyurun, vaxtımız varmı? Hə, buyurun. Salam, sabahınız xeyir, Seyid Cəmal qardaşım və dəyərli qonaqlar. Mənim sualım belədir ki, mən də Quran oxuyuram Allahın izni ilə. Həmd olsun Allaha, hamına qismət olsun inşallah. Amma ki, belə bir sual var məndə. Mən Quran oxuyanda səcdə surələrinə çatdığım zaman, o səcdə ayəsini yerinə yetirədiyim zaman, duanı əzbərə bilmədiyimə görə səsimi telefon kaydına almışam. Alnımı səcdəyə qoyanda o duanı oxuya bilmədiyim üçün məcbur oluram ki, o telefondan səsləndirim öz səsimi. Bunun bir, yəni ki, sakıncası yoxdur ki, yəni bu keçərlidir. Təşəkkür edirəm. Bu arada Quran ayında çoxlu sayda Quran xətm edən soydaşlarımız var. Allahdan təvəqqə edirəm. Allah Teala Quran xətmini rahatlıqla tamamlamaqlarını nəsib etsin. Allah qəbul etsin və inamın işığında izləyicilərimizin diqqətinə çatdırıram ki, biz yenə də Allahın izni, Azərbaycan dövlətinin himayəsi ilə Qədir gecəsində Quran xətmini Azərbaycan İlahiyyat İnstitutunun müəllimləri ilə və digər dəyərli ilahiyyatçilərimizlə həyata keçirəcək. Məncə bu sualı Quran hafizi, Quran müəllimi, qardaşımız Sadiq cavablandırsın icazənizlə. Seydim, əslində belə bir şey demək istəyirəm, etiraf eləmək istəyirəm ki, bu analarımızın, bacılarımızın Quran-Kərimi belə oxumaqlarında, işlərində fədakarlıq insan həqiqətən mənlə yüksəldir. Allah hər birindən razı olsun, Allah etdikləri ibadətləri qəbul eləsin. Verilişin əvvəlində də bu barədə bir sual olmuşdu, tilavət səzdəsi ilə bağlı. Burada tilavət səzdəsini etdiyi zaman, oradakı xüsusi dua ki var, Peyğəmbər sallallahu aleyhi və səlləmdən rəvayət olunan duadır. Bunu tövsiyə eləyək ki, əzbərləyənə qədər səcdədə bizim etdiyimiz dualar nədir? Namazlarda Subhanə Rabbiyəl Ə'lə deyə dualar edirik. Elədir. Bu zikirləri etməsi də kifayət edir ki, o duanı, xüsusi duanı əzbərləyənə qədər bunu etsə daha yaxşı olar ki. Qısa formada da belə. Bəli. Ki, yəni orada o telefondan qoyub ki, özü də səcdədə olub telefonda dediyi zaman bu yaxşı alınmaz. Amma daha yaxşısı olan orada Subhanə Rabbiyəl Ə'lə desin, amma duanı da yavaş-yavaş, hissə-hissə, qısa-qısa günlər əzbərləməyə çalışsın ki, bir daha qarşısına çıxdığı zaman artıq dualardan istifadə. Allah razı olsun, vaxtımız az qalıb, bitir. Ancaq əgər yaddaşında saxlaya bilmirsə, həmin şəraitdə yazılı bir vərəqə belə oxusa, məncə burada günah yoxdur, hə, anormal? Bəli, bəli. Yəni, əlbəttə yəni, ki, siz daha yaxşı bilirsiniz. Qardaşımız çox gözəl buyurdu. Yox, gözəl izah elədi. Amma təbii ki, o bilirsiniz də müəyyən zərurət halları olur, o insanların yaddaş problemi ola bilir və s. Bunlar nəzərə alınsa, dediyimiz kimi az əvvəl özü də xatırlatdı, İslamın o asanlaşdırıcı və çətinləşdirici olmadığına dair. Dolayısıyla yazıb bir yerdən də, en azından gözünün önündə oxuya bilir. Ağam, sizin fikriniz? Əslində, mənim şəxsi bir fikrim yox. Mən də qatılan fikirlərə bir əlavə eləmək istərdim ki, Quran-ı Kərimdəki səcdə et, Rəbbə yaxınlaş. Əslində, səcdə elə bir andır ki, insanın sıfırlandığı, şeytanın da qovulduğu məqamdır. Önəmli olan onu ruhən etməkdir. Hətta ola bilsin ki, yadından çıxsa belə, Azərbaycanca da bir dua edə bilər ki,
Yəni orada önəmli olan səcdənin yerinə yetirilməsidir. Mükəmməl bir cavabdır. İstədiyim cavabı aldım. Minnətdaram. Buyurun, vaxtımız varmı? Xeyir, Seyid müəllim. Orada oturan qonaqlar da salamlayıram. Mən də hər gün sizin verilişi izləyirəm. Orada edilən duaları, xüsusən də orada edirsiniz, etdiyiniz dualar var, şəhid ailələri, şəhid sözləri tez-tez xatırladırsınız. Bu edilən dualara görə sizə təşəkkür edirəm. Seyid müəllim, mənim sizdən bir xahişim var. Şəhid ailələrində subay balalar var. Onlar üçün də dua eləyəsiniz. Xeyr, Allah Taala onların qapılarını açsın. Öncədən təşəkkür edirəm. Allah razı olsun. Şəhid ailələri, şəhid doğmaları bizim baş tacımızdır. Mən hər birinin qarşısında baş əyirəm və yenidən bir daha Rəbbimizdən təvəqqə edirəm. Allah Taaladan diləyirəm ki, nə qədər subaylarımız var, xüsusi olaraq bu duanı ayrıcı olaraq şəhid doğmaları üçün edirəm ki, subay şəhid doğmalarına Allah Taala Həzrəti Məhəmmədi Mustafa eşqinə, Uhudun, Bədrin, Xəndəyin, Kərbəlanın, Qarabağ şəhidləri eşqinə, Həzrəti Hüseyin eşqinə Allah Taala onlara tezliklə toy nəsib etsin. Allah Taala onlar üçün xeyirli bəxtlər açsın. Rəbbim bütünlüklə subay övladlarımız, subay qız və oğlanlarımız üçün şəhid doğmalarının övladları, şəhid övladlarının əzizləri başda olmaqla xoşbəxt talihlə müjdələsin. Oy dualarımız ərşə uzasın. Şəhidlərin mübarək ruhlarına xatir. Bəli, əziz qardaşlarım, əziz dostlarım, İmsaka doğru İnamın işığında yenə də gəldiniz. Bu maarifləndirmə işində yaxından iştirak etdiniz. Bu bir şərəfli xidmətdir. İmanın nurunda, Ramazanın işığında, Ramazanın fəzilətlərini sevgili izləyicilərimizlə bölüşdük. Bu xidməti bizə ehsan edən Rəbbimizə sonsuz şükürlər olsun. Bu şəraiti bizə yaradan, dünyəvi ölkə olan canımız Azərbaycanda bu xidmət üçün bizə bu aydınlığı, bu xidməti bizlərə izin verən Allahın izni ilə Azərbaycan dövlətidir. Azərbaycan dövlət başçısı, Qarabağ xilaskarı İlham Əliyev cənablarıdır. Allah Taala onlardan da razı olsun. O dövlətimiz, dinimiz, milli mənəvi dəyərlərimiz adına xidmətdə bərabər addımlayaq. Çünki biz bir olduqda, birlik və bərabərliyin, vəhdətin işığında Rəbbim yollarımızı vətən adına, dövlət adına deyirəm, daha da işıqlandırır, daha da nurlandırır. Quranın nuru ilə, şəhidlərin şəfayəti ilə. Təşəkkür edirəm hər birinizə. Var olasınız. Əziz izləyicilərimiz, İmsaka doğru sonuna qədər bizi izləyən, bizə dəyər verən vəfalı inamsevərlər. 10 minlərlə suallarımız var. Bunu anlayışla qarşıladığınıza görə təşəkkür edirəm. Allahın sayəsində, Rəbbimizin izni ilə, Azərbaycan dövlətinin yardımı ilə bugün yenə iftara doğru saat 18:00-da sizlərlə görüşə gələcəyik. Hər birinizi Allaha əmanət edirəm. Dualarınızda bizi unutmamaq istəyi ilə Rəbbimizə əmanət olun. Uca, əziz Rəbbimiz, canımız, can, Azərbaycanımızı qorusun.